şagirdlər və dəyərli müəllimlər, bugünkü izahımız bərabərsizliklər mövzusundan 4-cü başlıqdır. Rasional bərabərsizliklər. Bildirmək istəyirəm ki, dərslərimizdə qeydiyyat aktivdir. Eyni zamanda sınaq qrupuna da qeydiyyat aktivdir. Yuxarıda görünən nömrə ilə əlaqə saxlayaraq məlumat ala bilərsiniz. Keçirik birinci sualın izahına. Uşaqlar, deməli, kvadrat bərabərsizlikləri siz necə vuruqlarını ayırıb intervallar üsulundan həll edirdinizsə, burada da eyni qayda ilə həll edəcəyik. Sadəcə burada vuruqların bəziləri hazır olacaq, bəzilərini yenə biz vuruqlarına ayırmalıyıq. Məsələn, burada hazırdır, həm yuxarı, həm aşağı sadə formadadır. Həm yuxarını sıfıra bərabər edən kökün tapırsınız, həm aşağını sıfıra bərabər edən kökün. Yuxarıda x-in yerinə 5, aşağıda x-in yerinə -2. Sadəcə olaraq məxrəc 0 ola bilməz. Məxrəc 0 ola bilməz deyə x üstəgəl 2 0 ola bilməz. Buradan x -2 ola bilməz. Amma siz -2-nin bu ədəd oxunda göstərməlisiniz. Sadəcə içini qaralamayacaqsınız. Həmin -2-ni almır deyə. 5-i də göstərsiniz. 5-in için qaralayırsınız. Çünki 5-i ala bilir. İfadənin cavabı 0-a çevrilə bilər. Əgər ifadənin kəsrin cavabı 0-dırsa, onun sürəti 0-dır. Məxrəc isə 0 ola bilməz heç vaxt. Bunu yadımızda saxlayırıq. Yenə də o birisi bölmədə necə işləyirdisə işarəni burada da eyni qayda ilə təyin edəcəksiniz. 5-dən böyük bir ədəd götürsən, məsələn 6. Surətdə 5-dən 6 çıxanda mənfi, aşağıda 6-nın üzərinə 2 gələndə müsbət, mənfini müsbətə böləndə mənfi. Deməli, 5-dən böyük ədədlər kəsrin qiymətini mənfi edir. Sonra yenə də növbəli şəkildə bunlar işarələrini dəyişəcək, eyni kvadrat bərabərsizliklərdə işlədiyiniz kimi. Deməli, bizə lazımdır 0-dan kiçik olan aralıq. 0-dan kiçik olan aralığı hara qoymuşsunuz? İşarəni, yəni mənfi işarəni bir bu aralığa qoymuşsunuz. Mənfi işarəni bir də bura qoymuşsunuz. İndi bizə deyir ki, bu aralığı yaz və burada ən böyük mənfi tam həlli tap. Mənfi 2-nin özünü ödəyə bilməz. Mənfi 2-dən sol tərəfdəki ədədlər, yəni daha kiçik ədədlərin içərisində ən böyüyü mənfi 3-dür. Cavab olaraq C-ni götürürük. İkinci suala baxırıq. İkinci sualda uşaqlar biz surətdəki ifadənin qiymətini bilirik ki, həmişə necə ədədlərdir. X-in kvadratı üstəgəl 4. X kvadratı müsbət ədəddir. Müsbət ədədin üzərinə 4 gələndə o həmişə müsbət bir ədəd eləyəcək. Yəni, sürətin işarəsini biz %100 bildiyimizə görə artıq onu təyin eləməyə ehtiyac yoxdur. Müsbət ədədi mən necə ədədə bölərəm ki, kəsrimin cavabı mənfi olsun, yəni 0-dan kiçik olsun. Deməli, məxrəc mənfi olmalıdır. Müsbəti gərək mən mənfiyə böləm ki, kəsrin qiyməti mənfi olsun. X çıx 3, kiçikdir 0-dan qoyub həll edirik. Burada da x-imiz 3-dən kiçik ədədlər olacaq. 3-dən kiçik ədədlər nə deməkdir? 3 var, bir də bu tərəfə doğru bütün ədədlər var. Yəni, mənfi sonsuzluqdan 3-ə qədər. Cavabımız olacaq C variantı. Haranın ki, işarəsini dəqiq bilirsiniz, artıq onu götürüb ədəd oxunda nəsə yazmağa ehtiyac yoxdur. Zaten ədəd oxunda da yaza bilmərsiniz, kökü yoxdur oranın. 3-ə baxırıq. Burada da 2 çıxılsın. Kökdə 7-nin siz dəqiq işarəsini bilirsiniz. Çünki 2-ni kökün altına salanda kvadrata yüksəldirsiniz. Kökdə 4 çıx, kökdə 7 anlamındadır. Kiçik ədəddən böyük ədəd çıxırsınızsa, bu mənfidir. İndi sürət mənfidir, uşaqlar. Mənfi ədədi mən necə ədədə bölüm ki, kəsrimin qiyməti 0-dan böyük etsin. Deməli, məxrəc də mənfi olmalıdır ki, mən mənfini mənfiyə bölüm. Məxrəci 0-dan kiçik qoyub yazacaq. 0-a bərabər yaza bilmərsiniz, çünki məxrəc 0 ola bilməz uşaqlar. 4-ü sağ tərəfə keçirdirik, hər tərəfi 3-ə bölürük. 4 bölünsün 3-də 1/3 deməkdir. 1/3-dən kiçik ədədlərə baxırsınızsa, bundan sol tərəfi xəttləməlisiniz. Yəni, mənfi sonsuzluqdan 1/3-ə qədər ədədlər ödəyəcək. 1/3-nin özünü almır, ona görə mötərizəni açıq mötərizə götürəcəksiniz, yəni yumru mötərizə. Keçirik 4-cü suala. 4-də də uşaqlar siz x kvadratı üstəgəl 1-in %100 işarəsini bilirsiniz ki, bu müsbətdir. Çünki x kvadratı müsbətdir, müsbətin üstünə də müsbət gəlsə müsbət edəcək. Müsbət ədədi mən necə ədədə bölməliyəm ki, 0-dan böyük etsin nəticəm? Deməli, müsbət ədədə bölməliyəm, onda məxrəcim müsbət olmalıdır. Məxrəc müsbət olmalıdır. Buna görə də x 1-dən böyük olmalıdır. 1-dən böyük ədədlər nə deməkdir? 1-dən sağ tərəfi xəttləyirsən, 1 müsbət sonsuzluq deməkdir. Yəni, cavabın C olacaq.
Keçirsən 5-ə. Surət konkret bir ədəddə x-dən asılı deyil. 2 kökdə 3, 2 kökdə 2 çıxılsın 3. Uşaqlar 2-ni kökün altına salanda kvadrata yüksəlir 4 kimi girir. 2-yə də vuranda 8. 3 kökün altına girəndə kökdə 9. Kökdə 8-dən kökdə 9 çıxanda balacadan böyüyü çıxdığımız üçün mənfi. Sürət mənfi bir ədəddir. Mənfi ədədi necə ədədə bölsəm 0-dan kiçik edər. Mənfini gərək mən müsbətə bölüm ki, nəticəm mənfi olsun. Deməli 5 çıxılsın 4x müsbət olmalıdır. 0-dan böyük olmalıdır. 5-i sağ tərəfə keçirdirik. Hər tərəfi mənfi 4-ə böləcəm. Mənfi ədədə böldüyüm üçün bərabərsizlik işarəsi əksinə dəyişəcək. Mənfi 5-i mənfi 4-ə böləndə 1/4-də 1 düşəcək. 1/4-də 1-dən kiçik ədədləri axtarırıq. Yəni mənfi sonsuzluqdan 1/4-də 1-ə qədər olan ədədlər B variantı. Keçirik 6-cı suala. 6-cı sualda artıq yuxarında, aşağında işarəsini bilmirik. Çünki həm mənfi ola bilərlər, həm müsbət. Ona görə də yuxarının da sıfırlarını tapırıq, aşağının da sıfırlarını tapırıq. X bərabərdir mənfi 2, x bərabərdir 3. Uşaqlar, ifadəmizin məxrəci 0 ola bilməz deyə x-iniz 3 ola bilməz. Yəni, burada bərabərin üstünə xət çəkincə x 3 olmayacaq. Eyni zamanda sürət də 0 ola bilməz burada. Çünki kəsrin qiyməti ancaq 0-dan kiçikdir. 0-a bərabər deyil. Ona görə siz mənfi 2-ni də, mənfi 3-ü də, müsbət 3-ü də ədəd oxunda yazanda içərilərini boş saxlayacaqsınız uşaqlar. İçərilərini boş saxlayın. X 3 ola bilməz. Məxrəci 0-a çevirir deyə. Deməli, 3-dən böyük bir ədəd götürsəniz, məsələn 4 götürüb aparıb yerinə qoysanız, 4-ün üstünə 2 gələndə müsbət, 4-dən 3 çıxanda müsbət, müsbəti müsbətə böləndə müsbət. Sonra ardıcıl davam eləyəcək bu işarələr. Sizə 0-dan kiçik olan yer lazımdır. Yəni, mənfini hara qoymusunuz? Mənfi 2 ilə 3-ün arasına heç birində almır. Cavab olacaq Y variantı. 7-ci suala da eyni cür yanaşırıq. Uşaqlar, surəti 0-a çevirən ədədi və məxrəci 0-a çevirən ədədi axtarsınız. Məxrəc heç vaxt 0 ola bilməz. Deməli, x-imiz mənfi 3 ola bilməz heç vaxt. Mənfi 3 olanda kəsrin mənası yoxdur. Və 2-ni də ala bilməyəcək burada. Çünki 2-ni yerinə yazanda sürət 0-a çevrilir. Ədəd oxunda ona görə 2-ni də içərisini boş saxlayırıq. 2-dən böyük bir ədəd götürsəniz, məsələn 3 yazsanız x-in yerinə, 3-dən 2 çıxanda sürət müsbət, 3-ün üstünə 3 gəlsəniz, məxrəc müsbət. Müsbəti müsbətə böləndə müsbət. Buralarda davam eləyəcək ardıcıl növbələşərək. Bizə lazımdır 0-dan böyük yer, yəni müsbət işarəsini hara yazmışıqsa o aralıqlar mənfi sonsuzluqdan mənfi 3-ə və birləşir 2-dən müsbət sonsuzluğa, mənfi sonsuzluq mənfi 3. O da eləyəcək A variantı. Keçirəm 8-ci suala. Kəsirləri burada götürüb məxrəcin, məsələn məxrəcdə x-dir də, götürüb x-ə vura bilmərsiniz sağa və sol. Çünki x-in işarəsini bilmirsiniz. Ona görə siz bunu keçirməlisiniz 8-i bu tərəfə, cavabda saxlamalısınız 0. Və ortaq məxrəci gətirməlisiniz. Ortaq məxrəci gətirəndə x kvadratı üstə gəl 16 çıx 8x. Çünki bu hissəni x-ə vurmalısınız. Yuxarıya baxın, uşaqlar. Bunların ardıcıl yazsanız yerlərini dəyişib x kvadratı çıx 8x üstə gəl 16-dır. Yəni x çıx 4-ün kvadratı müxtəsər vurma düsturunu verir. İndi siz bu kvadratın işarəsini dəqiq bilirsiniz də. İfadənin kvadratı hər zaman müsbət bir ədəddir. Ora müsbətdirsə məxrəc gərək mənfi ədəd olar ki, müsbəti mən mənfiyə bölüm 0-dan kiçiyə alım. Ona görə x-imiz mənfi ədədlərdir. Və yuxarıda bir dənə kök var, onu da unutmuruq. Yuxarının kökünü tapanda x bərabərdir 4 ödəyir. Çünki 4-ü yerinə yazan zaman ifadənin cavabı 0-a çevrilir. Bu 0-a bərabər ola biləcəyi üçün 4-ü kök kimi götürür. Yoxsa götürməzdir uşaqlar. Deməli, 0-dan kiçik olan ədədlər mənfi sonsuzluq 0 deməkdir. Bir də təkcə 4-ümüz ödəyir müsbət ədədlərdən. Onda cavabımız olacaq D variantı. Keçik 9-cu suala. Hər tərəfi x-ə vura bilmərsiniz. Nəyə görə? Çünki bilmirsiniz x mənfi ədəddir, yoxsa müsbət ədəd. Biz demişik axı, müsbət ədədə vuranda bərabərsizlik işarəsi olduğu kimi qalır. Mənfiyə vuranda və ya böləndə əksinə dəyişir. X-i də bilmədiyimiz üçün vura bilmərik. Ona görə məxrəcinə 1 yazın, ortaq məxrəcə gətirin. Ortaq məxrəcə gətirəndə x kvadratı üstə gəl 25 çıx 10x kiçik bərabərdir 0-dan olur.
Sürətə baxanda toplananların yerini dəyişsəz x kvadratı çıx 12 üstə gəl 25 sizə x çıx 5-in kvadratını verdiyini görəcəksiniz. Siz burada yuxarının işarəsini bilirsiniz. Nə isə kvadratıdır. Bu kvadrat həmişə müsbət bir ədəddir. Müsbət ədədi mən necə ədədə bölüm ki, sıfırdan kiçik alsın cavablarımı? Təbii ki, mənfi ədədə. Deməli, məxrəc nə olmalıdır? Mənfi olmalıdır. Sıfırda ola bilməz. Amma surətdə də bir dənə köküm var axı mənim. X çıx 5, tamam, həmişə müsbətdir, amma sıfırda ola bilər. Çünki kəsrin qiyməti sıfıra bərabərdirsə, sürət sıfıra bərabər ola bilər. Bunu da nəzərə alırıq. Sıfırdan kiçik ədədlər deyirsə, mənfi sonsuzluqdan sıfıra qədər bütün ədədləri alır. Bunu yazırıq. Bir də əlavə olaraq müsbət ədədlərin içində təkcə 5-i də alır. Onda cavabımız olur A variantı. 10-cu sualı yazma üsulu müxtəlifdir. Uşaqlar 2-2 götürüb həll eləyə bilərsiniz. Mən hamısını tərsinə çevirəcəm. Çünki sürətlərinə baxanda görürəm ki, dəyişən yoxdur. O sürətləri məxrəcə salmaq istəyirəm. Amma tərsinə çevirəndə belə bir şey olur. Bu 3 bölünsün 10 tərsinə çevrilir olur 10 bölü 3. Sonra 3 bölü x tərsinə çevrilir x bölü 3. 1 bölü 2 tərsinə çevrilir olur 2 bölü 1. Amma tərsinə çevrilən zaman bərabərsizlik işarələri də əksinə işarəni dəyişəcək. Çünki fikir verin, məsələn, mən yazıram 3də 1, bir də 4də 1. Mən bilirəm ki, 3də 1 daha böyük ədəddir də. Çünki sürətləri eyni olan kəsrlərdən məxrəci kiçik olan böyükdür. Amma siz bunların tərsini yazsanız 4 daha böyük. Tərsinə çevriləndə deməli bərabərsizlik işarəsi də əksinə çevriləcək. Bunları silirəm. İndi mən bunu hər tərəfin 3-ə vura bilərəm. Hər tərəfin 3-ə vuranda, bax, bunu da yazıram vur 3, bunu da yazıram vur 3, bunu da yazıram vur 3. Onda olur bu 3'lər ixtisar gedib 10, böyükdür. 3'lər ixtisar gedir x-dən, x də böyükdür 6-dan. Deməli, bizim x-imiz 10-dan kiçik 6-dan böyükdür. Orada da hansı ədədlər var? 7, 8 və 9. Bizə deyir ki, neçə dənə natural həlli var? Sayını soruşur. 3 dənə natural həlli aldınız. Cavab C variantı. 11-ə keçirik. 11-də yuxarının işarəsini siz dəqiq bilirsiniz. Bax, burada sıfırdır. Sıfırdan kiçik yazıb da. Yuxarının işarəsi konkret bilirsiniz mənfi ədəddir. Mənfi ədədi mən necə bir ədədə bölüm ki, sıfırdan kiçik alsın ifadənin cavabı. Təbii ki, müsbət ədədə bölməliyəm də. Ona görə yazıram məxrəc müsbət olmalıdır. Çünki mənfini müsbətə bölüm ki, cavabı mənfi alım. Deməli, məxrəc müsbət olmalıdırsa, mənfi x mənfi 2-dən böyük olmalıdır. Hər tərəfi mənfi 1-ə vursanız, bərabərsizlik işarəsi nə olur? Əksinə dəyişir. X kiçikdir 2-dən. 2-dən kiçik ədədlər də nə deməkdir? Mənfi sonsuzluqdan 2-yə qədər. Mənfi sonsuzluqdan 2-yə qədər, yəni B variantı olacaq cavabınız. Keçik 12-yə. 12-də haranın işarəsini dəqiq bilirik. X-in kvadratının üzərinə 9 gələn yerin işarəsini. Çünki x kvadratı da müsbətdir, 9 da müsbətdir, 2 müsbət ədədin cəmi həmişə müsbətdir. Onda qalır yuxarı. Yuxarı necə ədəd olsun ki, mən onu müsbətə böləndə sıfırdan kiçik alım cavabı. Deməli, yuxarı da mənfi olmalıdır. Yuxarı sıfıra bərabər də ola bilər uşaqlar. Çünki ifadənin qiymətləri sıfıra bərabər olsun həm də. Deməli, mən bunu vuruqlarına ayırıram. Vuruqlarına ayıran kimi də sizdə alınır o bundan əvvəlki bölmədə işlədiyiniz bərabərsizliklər. Ayrı-ayrı sıfıra bərabər edəndə birincini. X çıxıcı sıfıra bərabərsə deməli x 3-dür. X üstə gəl 3 sıfıra bərabərsə x mənfi 3-dür. Mənfi 3-ü burada yazım, 3-ü burada yazım. Və içərilərini qaralayım. 3-dən böyük bir ədəd, məsələn 7 yazsam x-in yerinə, 7-dən 3 çıxanda müsbət, 7-nin üstünə 3 gəndə müsbət, müsbəti müsbətə vuranda müsbət. Sonra ardıcıl davam edir və bizə kiçik yer lazımdır, sıfırdan kiçik yer. Yəni mənfi işarəsini qoyduğunuz parça. O da eləyəcək B variantı. Keçik 13-cü suala. Deyin görüm, haranın işarəsini dəqiq bilirik. Təbii ki, x kvadratı üstə gəl 4-ün. Çünki x kvadrat həmişə müsbətdir. 4 də həmişə müsbətdir. Müsbətlərin cəmi müsbət olacaq. X kvadratı 0 olsa belə yenə cəm müsbət olacaq. Deməli, məxrəc müsbətdirsə, uşaqlar qalır yuxarı. Sürət necə ədəd olmalı ki, mən onu müsbət ədədə böləndə nisbətim 0-dan kiçik olsun. Sürət gərək mənfi ədəd olsun. Kiçikdir, bərabərdir 0-dan. 0-a da bərabər ola bilər. Kəsrin qiyməti 0-a bərabər ola bilər. Burada bərabərdir 0 işarəsi varsa biz də qoyuruq.
Vuruqlarına ayıranda x çıx 2, x üstəgəl 2 kimi vuruqlarına ayrılır. Ədəd oxu üzərində kökləri göstərsəm, -2 ilə 2, -2 və 2. 2-dən böyük bir ədəd yazsam, məsələn, x-in yerinə 3 yazsam, 3-dən 2 çıxanda müsbət və burada müsbət. Müsbəti müsbətə vuranda müsbət. Sonra bunlar ardıcıl davam edir. Bizə lazımdır 0-dan kiçik olan aralıq. -2, 2 parçası. -2, 2 parçası da B variantındadır. 14-cü sualla davam edirik. Ya yuxarının ya da aşağının işarəsini bilmirəm. Çünki orada x-in qiymətindən asılı olaraq mənfi də ola bilərlər, müsbət də. Ona görə köklərini tapmalıyam. X çıx 7-ni 0-a çevirən ədəd 7-dir. X üstəgəl 8-i 0-a çevirən ədədi isə -8-dir. Amma məxrəc 0 ola bilməz deyə bu -8-ə bərabər ola bilməz. Ədəd oxunda -8-i də qeyd etməliyəm. İçin boş saxlayıram ki, yəni x -8-i götürə bilməz. Sağındakı və solundakı ədədləri götürə bilər. 7-ni amma götürə bilər. Çünki 7-ni alanda, 7-ni yerinə qoyanda ifadənin cavabı 0-a çevrilir. Və 0-a çevrilə bilər də burada. 7-dən böyük bir qiymət götürsəm bu aralıqda, məsələn 10 götürsəm x-in yerinə, 10-dan 7 çıxanda müsbət, onun üstünə 8 gəndə müsbət. Müsbətləri bölüb 3-ə də vursam, yenə cavabım müsbət. Və buranı tapandan sonra digərləri ardıcıl gedəcək. Mənfi yer lazımdır. Mənfi yer -8-i almır, amma 7-ni alır. Tam həllərin cəmini soruşur. -8-i almırsa tam həllər -7, -6, -5 və s. 5, 6 və 7 kimi gedəcək. Və hamısı əks ədədlərdir uşaqlar. Əks ədədlərin cəmi baxın 7 ilə 7, 6 ilə -6, 5 ilə -5 və aradakılar da əks ədədlər olduğu üçün gedib cəm 0 qalacaq. 15-ci sualla davam edirik. Yuxarının işarəsini bilmirsiniz, amma biz bunun kökünü tapa bilərik. Aşağında kökünü tapa bilərik məxrəcin. Amma məxrəc 0 ola bilməz deyə x fərqlidir -5-dən. Fərqlidir -5 yazsaq da o da məxrəc 0-a çevirən bir ədəddir deyə onu da ədəd oxunda göstərməliyik uşaqlar. Amma 7 olan yerin içərisini qaralayırıq. Çünki 7-ni ala bilər ifadə. Amma -5-i ala bilməz. Deməli, nə eləməz? 7-dən böyük bir ədəd götürsək, 8 götürsək x-in yerinə, aparıb yuxarıda yazaq. 7-dən 8 çıxanda mənfi, 7-nin üstünə 5 gələndə müsbət. Mənfini müsbətə böləndə mənfi olacaq. Deməli, bunlar növbələşəcək və bizə lazımdır 0-dan kiçik, yəni mənfini qoyduğumuz aralıq. Bir buradır, bir də bura. Mənə lazımdır ən kiçik müsbət tam həll. Bunun tam həlləri mənfi sonsuzluqdan -5-ə qədər, bir də 7-dən müsbət sonsuzluğa qədərdir da 7-ni alır. Ona görə ən kiçik müsbətlərin içərisində ən kiçiyini istəyir deyə cavabımız 7 olacaq. A variantı. Davam edirik uşaqlar. Keçirtməliyik bir tərəfə. Bax, 2 böl x çıxısın 4-ü keçirdirsiniz sol tərəfə, sağ tərəfdə 0 qalır. Və bunları ortaq məxrəci gətirməliyik. Rasional kəsirlərdən öyrəndiyimiz kimi. Ortaq məxrəci gətirəndə bu 3-ü vurmalıyıq. X çıx 4-ə olacaq 3x çıx 12. Və -2-ni vurmalıyıq. X üstəgəl 3-ə, -2-ni x-ə vuranda -2x, -2-ni 3-ə vuranda -6, kiçikdir 0-dan. Yuxarını sadələşcəndə 3x və 2x bizə verir x-i, -12 və -6, -18-i. Məxrəcdə olduğu kimi yazıram. Vurub açmırsınız uşaqlar. Çünki bizə mötərizələr, vuruqlar hasillə şəklində lazımdır. Daha doğrusu vuruqlar şəklində. İndi biz sürətində 0-a çevirdiyi ədədi tapmalıyıq. Sürəti 0-a çevirən ədəd 18 olacaq. Məxrəci də 0-a çevirən ədədləri tapmalıyıq. X üstəgəl 3 0-a bərabərdir qoyub yazsaq, x -3-dür. X çıx 4-ü 0-a bərabər etsək, x 4-dür. Amma məxrəc 0 ola bilməz. Deməli, biz bu ədədləri ardıcıl sırada yazırıq. Ədəd oxunun üzərində -3, 4 və 18-i. Məxrəc 0 ola bilməz və kəsrin də qiyməti 0 ola bilməz deyə bunların heç birini almayacaq. İçərisini boş götürəcəm. Açıq interval. Sadəcə o ifadələrin 0-a çevrildiyi ədədlərdir deyə bura bərabər yazmışam. 18-dən böyük bir ədəd yazsam, məsələn, 18-dən böyük x-in yerinə 19 qoysam, burada müsbət olacaq, burada müsbət olacaq, burada müsbət. Müsbəti müsbətə vurub böləndə də
Cavabınız müsbət. Kəsrin qiyməti müsbətdir. Sonra burada mənfi, burada müsbət, burada mənfi ardıcıl şəkildə davam eləyəcək. Bizə mənfi olan yer lazımdır. Bu hissədə mənfidir və bu hissədə mənfidir. Deməli, mənfilər mənfi sonsuzluqdan mənfi 3-ə birləşir 4 ilə 18 arası. O da verilib B variantında. 17-ci suala keçirik. Yenə də uşaqlar çarpaz vurma ixtiyarımız yoxdur. Ona görə 15'i keçirdirik. Burada vura bilərik çarpaz. Daha doğrusu 1'i keçirdirik demək istədim bayaq. 1'i keçirməlisiniz sol tərəfə, ortaq məxrəci gətirməlisiniz və yaxud çarpaz vura bilərsiniz. Gəlin, mən keçirdim sol tərəfə və ortaq məxrəci gətirək. Ona görə çarpaz vura bilərsiniz ki, buranın işarəsini konkret bilirsiniz ki, müsbətdir də. Keçirdim, məxrəcində 1 yazıb, ortaq məxrəci gətirirəm. O zaman eləyir x üstəgəl 15 çıx. Mənfi 1x kvadratı üstəgəl 9'a vurmalıyam. Eləyəcək mənfi x kvadratı çıx 9 böyükdür 0'dan. Surəti sadələşdirsəm mənfi x kvadratı müsbət x 15'dən 9'a çıxanda müsbət 6 bölünsün x kvadrat üstəgəl 9 böyükdür 0'dan. Uşaqlar, mən burada məxrəcin işarəsini dəqiq bilirəm. X kvadratı həmişə müsbətdir ya da 0'dır. Üzərinə 9 gələndə bu həmişə müsbət bir ədəd edəcək. Ona görə yuxarını götürüb işləməliyəm. Necə ədədi mən müsbət ədədə bölüm ki, nisbət də böləndə müsbət olsun. Deməli, yuxarı da müsbət olmalıdır. Və bunun hər tərəfi mənfiyə vurub, daha səliqəli formada yazsaq, köklərimizin hasili mənfi 6'dır. Köklərimizin cəmi isə mənfi 1, müsbət 1'dir. Köklərin cəmi əks işarə ilə götürülmüş ikinci hədd əmsalı. Bu ədədlər hansı ədədlərdir? Biri mənfi 2, biri isə müsbət 3. Çünki vuranda etməlidir. Mənfi 6 toplayanda müsbət 1. Onda bunun vuruqları x üstəgəl 2 və x çıxılsın 3 şəklində olacaq. Bu olmalıdır 0'dan böyük. Ədəd oxunda qeyd edirəm bunları. Mənfi 2 və müsbət 3 tapmışdıq. 3'dən böyük bir ədəd götürsəm 4 yazsam bura müsbət, bura müsbət, müsbətlə müsbət nasili müsbət. Bu aralığı tapdımsa sonrakılar ardıcıl şəkildə dəyişəcək işarələr. Bizə lazımdır 0'dan böyük yer. 0'dan böyük yer 1, 3'dən müsbət sonsuzluqdur. Bir də mənfi sonsuzluq, mənfi 2 aralığı. Bunları yazırıq. 3 müsbət sonsuzluq. Bizdən soruşur ki, bərabərsizliyin ən böyük tam həllini tapın. Ən böyük tam həllini burada tapa bilmirik. Nəyə səhv yazmışıq? Nəyi səhv yazdı? Kiçik. Bircə dəqiqə. Nəyi səhv yazmışıq deyim. Buraları geriyə aparıram. Deməli, işarəni düzgün təyin eləmişəm. Nəyi səhv yazmışam? Burada böyükdür 0'dan yazmışam. Niyə böyükdür 0'dan yazmalıyam ki? Bax, bu kiçikdir 0'dan da. Mən də götürüb bura kiçikdir 0'dan yazmalıyam. İşarəni təyin edirsiniz, müsbət, mənfi, müsbət. Orada problem yoxdur, düz yazmışıq. Sadəcə mənfi yeri götürməliyik. Mənfi yerdə mənfi 2 ilə 3'ün arasıdır. Və heç birini almayacaq uşaqlar. Çünki orada böyük bərabərdir 0'dan işarəsi ya da kiçik bərabərdir 0'dan işarəsi yox idi. Bərabərlik işarəsi olmadığı üçün mötərizələr açıq mötərizə. Mənfi 2 ilə 3'ün arasında da ən böyük qiymət, tam qiymət 2 olacaq. Cavab D variantı. Keçirik 18'ə. 18'də haranın işarəsini dəqiq bilirsiniz. Qüvvəti cüt olan ifadələrin işarəsini dəqiq bilirsiniz. Bax, x kvadratı həmişə müsbətdir. Ya da 0 ola bilər. Ona görə x kvadratı 0'dırsa x bərabərdir 0 ola bilər. Bu kökü qeyd edirik. Köklərimizin biri hazırdır. Sonra, əgər x kvadratı müsbətdirsə, ifadənin geri qalanı necə ədəd olmalıdır ki, həmin müsbət ədədi mən bu kəsrə vuranda ifadəm 0'dan kiçik etsin, yəni mənfi etsin. Deməli, bu mənfi olmalıdır. Kökləri tapırıq. Surəti 0'a çevirən ədədi tapsam, x'imiz 2 olacaq. Məxrəci 0'a çevirən ədədi tapsam, 8x mənfi 4, x bərabərdir mənfi 0,5 olacaq.
Ədəd oxunun üzərində bu mənfi 0,5-i və 2-ni qeyd edirəm. Uşaqlar 2-ni ala bilər, çünki sürə 0-a çevrilə bilər, kəsrin qiyməti 0 olduğu üçün. Amma mənfi 0,5-i qoyanda yerinə məxrəc 0 olur. Məxrəcimiz də 0 ola bilmədiyi üçün mənfi 0,5-i yaza bilmərik. İçərisini boş saxladım. 2-dən böyük bir ədəd, məsələn 3 yazsam, 3-dən 2-ni çıxsam sürət müsbət, 8-i 3-ə vurub üstünə 4 gəlsəm, məxrəc müsbət. Müsbəti müsbətə bölsək müsbət. Və ardıcıl şəkildə davam edir. Bizə lazımdır 0-dan kiçik olan aralıq, yəni mənfi işarəsini harda yazmışıqsa o aralıq. Mənfi 0,5-dən 2-yə qədər. 0 da bunun içərisində olduğu üçün bir də xüsusi olaraq qeyd eləməyə ehtiyac yoxdur. Cavabınız olacaq B variantı. Keçirik 19-a. 19-da isə heç birinin işarəsini siz bilmirsiniz. Çünki orada dərəcə kubdur. Kub ədədin kubu mənfi də ola bilər, müsbət də. Amma kvadrat ya da üstü 4 olsaydı onun işarəsini dəqiq bilirdiniz. Burada heç nəyin işarəsini bilmədiyiniz üçün hamısının ayrı-ayrı köklərini tapırsınız. Baxın. Buranı 0-a çevirən, x-i 0-a çevirən ədəd elə 0. Yazıram 0. Buranı mötərizəni 0-a çevirən ədəd x üstə gəl 1 bərabər 0 yazsanız mənfi 1. Yazdım. X çıx 2-ni 0-a çevirən ədəd x-in yerinə 2 qoyanda 0 olur. X üstə gəl 3-ü 0-a çevirən ədəd x-in yerinə mənfi 3 qoyanda 0 olur. Bunlar ardıcıl yazmalıyam. 2-dən böyük bir ədəd qoyub işarəni yoxlayırıq. 2-dən böyük məsələn 3 yazsam x-in yerinə bura müsbət olacaq, bura müsbət olacaq, bura müsbət, bura müsbət, müsbətləri vurub böləndə müsbət olacaq. Və sonra ardıcıl şəkildə davam edəcək. Bizə lazımdır mənfi yer. Bir buradır, bir də bura. Olur mənfi 3, mənfi 1, birləşir 0, 2 aralığı. Cavab A variantında göstərilib. Keçirəm 20-ci suala. Eynisidir uşaqlar, eyni. Heç birinin işarəsini dəqiq bilmirəm, ona görə ədəd oxunda kökləri qeyd etməliyəm. X kubunu 0-a çevirən ədəd, yəni siz x kubu bərabər 0 yazsanız, x-iniz oradan 0 gəlir. X çıx 1-i bərabər 0 götürüb həll etsəniz, x-iniz 1 olur. Bunların hər birinin köklərini tapmalıyam. X üstə gəl 2-ni 0-a bərabər etsəniz, x mənfi 2 olacaq. Sonra x çıx 3-ü 0-a bərabər etsəniz, x 3 olacaq. Ədəd oxunda bunları yazdım. 3-dən böyük bir ədəd qeyd edirəm. Gəlin bunu biraz ədəd oxun böyüdək. 3-dən böyük bir ədəd, məsələn, x-in yerinə 4 qoysaq, x kub olan hissə müsbət, 4-dən 1 çıxanda müsbət, 4-ün üstünə 2 gəlində müsbət, 4-dən 3 çıxanda yenə müsbət. Müsbətləri vurub bölsəniz, yenə cavabınız müsbət olacaq. Sonra bunları ardıcıl olaraq işarələyirik aralıqları. Və bizə lazımdır 0-dan kiçik aralıq. Çünki şərtdə 0-dan kiçik yeri soruşub. Bir buradır, bir də bura. Yəni mənfi 2 ilə 0-ın arası, 1 ilə 3-ün arası. Mənfi 2, 0, 1, 3. O deyəcək Y variantı. Keçirik 21-ə. X kvadratın olduğu kimi yazıram. X kvadratı çıx 16 vuruqlarına ayrılan ifadədir. X çıx 4, x üstə gəl 4 kimi vuruqlarına ayrılır. Məxrəcdə də var x üstə gəl 3. 0-dan kiçikdir. Uşaqlar, mən haranın işarəsini dəqiq bilirəm? Buranın. Bura necə ədəddir? Müsbət ədəd. Müsbət ədəddir. Onda geri qalan ifadə bir yerdə mənfi olmalıdır ki, mən həmin müsbət ədədi bu mənfi ədədə vuranda cavabım mənfi olsun. Və bir də qeyd etməliyik ki, o müsbət tamam x-in yerinə qoysa müsbət olacaq. Amma onun kökü var da. X kvadratını 0-a çevirən ədəd elə 0-dır. X 0 olanda kök olur. Amma burada 0-dan kiçik yazıbdır. Yəni 0-a bərabər yazmayıb. Ona görə biz qıraqda qeyd etməliyik ki, x 0 qiymətini ala bilməz. Bu bizim qeydimiz olsun. Yazırıq. İndi ədəd oxu çəkirəm. Bunları bir-bir 0-a çevirən ədədləri tapıram. X çıx 4-ü 0-a çevirən ədədim 4 olacaq. Yazıram 4. X üstə gəl 4-ü 0-a çevirən ədəd bərabər 0 qoyub həll etsəniz mənfi 4. X üstə gəl 3-ü 0-a çevirən ədəd isə mənfi 3.
Və bunların heç birini almır deyə içərilərin boş saxlayırıq. Bax, rəhləmirsiniz. 4-dən böyük bir ədəd götürsə, məsələn 5 yazsam x-in yerinə, 5-dən 4 çıxanda müsbət, bura müsbət, bura müsbət, burada müsbət alırsınız. Sonra davamlı şəkildə gedirik. 0-dan kiçik yer lazımdır, mənfi olan yerləri qoyuruq. Mənfi olan yerlər mənfi sonsuzluqdan mənfi 4-ə qədər birləşir, mənfi 3-dən müsbət 4-ə qədər. Bu ədədləri aldıq. Ən böyük tam həllini soruşur uşaqlar. 4-ə ala bilməyəcəyinə görə ən böyük qiymət 3 olacaq. Təbii ki, tam qiymətdən söhbət gedir. X-in yerinə 3 qoya bilərsiniz. Cavab C variantı. Keçirəm 22-ci suala. 22-də neyniyək? 2x çıxılsın 3, üstəgəl 1 bölünsün 2x çıx 1 kiçikdir 0-dan. Ortaq məxrəci gətirəcəyik uşaqlar. Demək, bunun da məxrəcinə 1 yazın, bunun da məxrəcinə 1 yazın. Ortaq məxrəcimiz 2x çıx 1. 2x-i də 2x çıx 1-ə vurmalıyam, 3-ü də 2x çıx 1-ə vurmalıyam. 2x-i 2x çıx 1-ə vuranda 4x kvadratı çıx 2x çıx 6x mənfi 3 mənfi 1-ə vuranda müsbət 3 üstəgəl 1. Surəti sadələşdirsək 4x kvadratı çıx, x-lər bizə mənfi 8x verir, 3 ilə 1 də 4-dür. 2x çıx 1 kiçikdir 0-dan. Yuxarıda 4 ortaq vuruq çıxarıla bilər, onda qalacaq x kvadratı çıx 2x üstəgəl 1. Bölünsün 2x çıx 1 kiçikdir 0-dan. İndi mötərizənin içinə baxanda görürsünüz ki, mötərizənin içi x çıx 1-in kvadratını verir. Bunu bölməliyik 2x çıx 1-ə kiçikdir 0-dan. Mən bu 4-ün işarəsini bilirəm, müsbətdir. Konkret bir ədəddir. Baxın, burada müsbət bir ədəddir, çünki kvadratı var. Müsbətdir. Deməli, məxrəc necə də olmalı ki, müsbəti müsbətə vurub aşağıya böləndə cavabınız mənfi olsun. Deməli, məxrəc mənfi ədəddir. Bir də sürətdə nəyi qeyd etməlisiniz? Sürəti sıfıra çevirən x 1-də axı. Sürətlə sıfıra çevrilə bilməyəcəyini üçün, çünki burada sıfırdan kiçik yazıb, sıfıra bərabər yazmayıb. X heç vaxt 1 ola bilməz. Bunu da qeyd edirik. Sağ tərəfdə aldığımız ifadəni sadələşdirsək, x kiçikdir 2-də 1-dən. 2-də 1-dən kiçik ədədlər də 2-də 1-dən sol tərəf deməkdir. Yəni, mənfi sonsuzluqdan 2-də 1-ə qədər. Orada 1 zaten yoxdur. Ona görə onu xüsusi vurğulamağa bir də ehtiyac yoxdur cavablarda. Mənfi sonsuzluq 2-də 1, Y variantı olacaq. Keçirik 23-cü suala. Ortaq məxrəci gətirəcəyik, amma bunun üçün keçirdirəm bu ifadəni sol tərəfə. Eyni bayaqki sualdan olur uşaqlar, kiçik bərabərdir 0-dan. Bunun məxrəci 1, bunun məxrəci 1. Bunu vuracaq 2x çıx 1-ə. Bunu da vuracaq 2x çıx 1-ə. Ortaq məxrəc 2x çıxaq 1-dir. 2x-i 2x çıx 1-ə vurub açanda 4x kvadratı çıx 2x. 7-ni vurub açanda 14x çıx 7 üstəgəl 16 kiçik bərabərdir 0-dan. Sürəti sadələşdirsək 4x kvadratı mənfi 2x-in üstünə 14x gələndə eləyəcək 12x. Mənfi 7 ilə 16-ın da cəmi 9. Aşağıya baxırıq 2x çıx 1 kiçik bərabərdir 0-dan. Bunun müxtəsər vurma düsturu olduğunu yəqin bildiniz 3-ü bir yerdə. 2x üstəgəl 3-ün mötərizədə kvadratının açılışıdır. Fikir verin, 2x-in kvadratı 4x kvadratı, 3-ün kvadratı 9 və hasillərinin 2 misli 12x. Deməli, məxrəc 2x çıx 1. Kiçik bərabərdir 0-dan. Hər an işarəsini dəqiq bilirsiniz, sürət. Sürət həmişə müsbət bir ədəddir. Nəyə görə? Kvadrat var. Həmişə müsbət bir ədədi mən necə bir ədədə bölüm ki, nisbət 0-dan kiçik bərabər etsin. Deməli, mənfi bir ədədə bölməliyəm, düzdürmü? Bunu artıq bərabərdir qoya bilmərəm, çünki məxrəc 0 ola bilməz. Bir də yuxarıdakı kökə baxmalıyıq. 2x üstəgəl 3 0-a çevrilə bilər, çünki burada 0-a bərabər işarəsi var. Deməli, 2x bərabər ola bilər mənfi 3-ə, x bərabər ola bilər mənfi 3 böl 2-yə. Ola bilər. İndi baxaq. Burada da 2x kiçikdir 1-dən, x kiçikdir 2-də 1-dən.
Uşaqlar 2-də 1-dən kiçiyi aldıq cavabları. Zaten 2-də 1-dən kiçik ədədlərin içində bu mənfi 2-də 3 də var deyə onu bir də xüsusi qeyd eləmirik. Onsuz da buralarda bir yerdədir, var. Deməli, onda cavablarınız nə olur? Mənfi sonsuzluqdan 2-də 1-ə qədər bütün ədədlər A variantı. Keçək 24-ə. X kvadratı böl x üstəgəl 2 çıx 1 kiçik bərabərdir 0. Uşaqlar çarpaz vura bilmərik. Çünki x üstəgəl 2-nin işarəsini bilmirik. Ona görə keçirdirik, sağ tərəfdə 0 saxlayırıq. Məxrəci 1-də ortaq məxrəci gətirmək üçün x üstəgəl 2-yə vurmalıyıq. Ortaq məxrəci x üstəgəl 2, x kvadratı çıx, x üstəgəl 2-ni mənfi 1-ə vuranda bu 2-nin işarəsi dəyişəcək. Sürət vuruqlarına ayrılan ifadədir. Uşaqlar, sürətə fikir versək, 2 dənə kök var. Həmin kökləri vuranda mənfi 2 edir. Toplayanda isə əks işarə ilə götürülmüş ikinci hədd əmsalı, yəni müsbət 1. Bu ədədlər hansı ədədlərdir? Biri 2, biri isə mənfi 1. Onda vuruqları sürətin olacaq x çıx 2, mənfi 1-ə görə x üstəgəl 1 olacaq. Məxrəcdə də x üstəgəl 2 var idi zaten. Ədəd oxunda bu kökləri, tapdığımız kökləri qeyd edirik. Sürətin kökləri 2 və mənfi 1-dir. Birinci mənfi 1-i yazaq, sonra 2-ni. Bunları alır. Çünki sürət 0-a bərabər ola bilər. Amma məxrəc 0-a bərabər ola bilməz deyə məxrəcdəki kökü almayacaq. Burada mənfi 2-ni içərisi boş saxlayacaqsınız. 2-dən böyük bir ədəd götürsəniz, x-in yerinə məsələn 10 götürsəniz, 10-dan 2 çıxanda müsbət, üstünə 1 gələndə müsbət, bu müsbət. Bura elədi müsbət. Sonra ardıcıl davam edəcək. Və bizə lazımdır 0-dan kiçik yer. 0-dan kiçik yer mənfi işarəsini qoyduğumuz hissələr buralardır. Birinin adı mənfi sonsuzluqdan mənfi 2-yə qədərdir. Digəri isə mənfi 1-dən müsbət 2-yə. Amma bu mənfi 1-dən müsbət 2-ləri qapalı götürməliyik. Bizim deyir, ən böyük tam həllimiz neçədir? 2. Ən böyük qiymət bərabərdir 2-yə. Onda cavab olur D variantı. 25-ci sualla davam edirik uşaqlar. Deməli, 2-ni sol tərəfə keçirtməliyik. Sağ tərəfdə saxlamaq olmaz. Keçirdib sağ tərəfdə 0 yazırıq və ortaq məxrəcə gətirəcəyik. X kvadratı çıx x çıx 6. Bu 2-nin məxrəci 1-də, ortaq məxrəci gətirəndə 2-yə vurulacaq. Və sadələşdirsə x kvadratı mənfi x və müsbət 2x sizə verəcək müsbət x-i. Müsbət x mənfi 6, aşağıda da x böyük bərabərdir 0-dır. Yuxarını vuruqlarına ayırmalıyıq uşaqlar. Yuxarını ayrıca burada yazıram. 2 dənə kök var. Vuranda mənfi 6 etməlidir. Toplayanda mənfi 1. Əks işarə ilə götürülmüş ikinci hədd əmsal. Çünki çevrilmiş kvadrat tənlikdir. Hansı ədədlərdir bu ədədlər? Mənfi 3 və müsbət 2. İndi bunun vuruqlarını, köklərini tapdıq. Vuruqlarını yazmalıyıq. Kökün biri mənfi 3-dürsə, onda vuruğu x üstəgəl 3 olacaq. Kök 2-dirsə, vuruğu x çıx 2 olacaq. Bölünsün x. Böyük bərabərdir 0-dan. Ədəd oxunda kökləri qeyd edirik. Mənfi 3-dən 2 tapmışdıq və bunları ala bilər. Çünki sürət 0 ola bilər. Mənfi 3-dən 2-ni qeyd etdim burada. Bir də məxrəci 0-a çevirən ədəd 0-dır elə. Bunu 0-a çevirən ədəd 0-dır. 0-ı da qeyd etməliyik. Amma 0-ın içərisini burada qaralamırıq. Çünki məxrəc 0 ola bilməz. Yəni şərt qoymaq ki, x 0 ola bilməz. 2-dən böyük bir ədəd x-in yerinə yazsaq, məsələn 5 yazsaq, bura müsbət, ikinci mötərizə müsbət, məxrəc müsbət, müsbəti müsbətə vurub müsbətə böləndə müsbət. Sonra davam edəcək bu işarələr ardıcıl şəkildə. Bizə 0-dan böyük yer lazımdır. Yəni müsbəti hara yazmısınızsa o işarə. O da eləyəcək mənfi 3, 0, 0-ı açıq interval, çünki 0 ola bilməz, mənfi 3-ü qapalı. Birləşir 2 müsbət sonsuzluq. Bərabərsizliyin ən kiçik tam həllini tapın. Ən kiçik tam həll mənfi 3 olacaq. Müsbət tam həll demir. Ən kiçik tam həll deyir. Cavab Y variantı. 26-cı sualda nə deyir?
26-cı sualda deyir bu ədədlərdən bərabərsizliyin həlli olan ədədi tapın. Uşaqlar, mənfi 2 bərabərsizliyin həlli ola bilməz. Çünki mənfi 2-ni yerinə qoyanda x üstəgəl 2 sıfıra çevirir. Biz yazmaq ki, x üstəgəl 2 sıfır olmasın, yəni x mənfi 2 olmasın. Deməli, mənfi 2 getdi. Bunu götürə bilmərik. Sonra həmçinin məxrəcə baxanda x görürsünüz. O da sıfır ola bilməz. Sıfıra bölmə əməli axı yoxdur. Təyin olunmuyor. Ona görə sıfırı da sildi. Yerdə qaldı nə? Bir dənə 2. Deməli, sürət sıfıra çevrilə bilər. Sürətimiz sıfıra çevrilə bilirsə, x-in 2 halı, 2 olduğu hal mümkündür. Cavab Y variantı. Təbii ki, başqa həllər də var. Sadəcə biz o 3 dənə ədədi araşdırırdıq görək. Bunlardan hansı həldir, hansı deyil. 27-ci sualla davam edirik. Burada sürətin işarəsini siz bilirsiniz həmişə ki, bu mənfi ədəddir. Çünki 3 çıx pi yaz. Pi'nin təqribi qiymətinin 3,14 olduğunu bilməyənimiz yoxdur. 3-dən 3,14 çıxanda mənfi bir ədəd eləyir. Sürət mənfi ədəddir. Mənfi ədədi mən necə ədədə bölüm ki, məxrəc necə ədəd olmalıdır ki, yekun nəticə müsbət olsun. Baxın, bura mənfidir. Deməli, mən buranı necə ədəd götürməliyəm ki, yekun nəticə müsbət versin. Deməli, mənfi götürməliyəm. Mənfini mənfiyə böləndə cavab müsbət olur. Ona görə məxrəc mənfi olmalıdır. 2 dənə kök var kvadrat tənlikdə. Vuranda mənfi 10 sərbəst hədd. Toplayanda əks işarə ilə götürülmüş ikinci hədd əmsalı olmalıdır. Hansı ədədlərdir bunlar? Mənfi 5 və müsbət 2. Düzdürmü? Deməli, onda vuruqları belə olacaq. Əgər mənfi 5 isə o x üstəgəl 5 formasında yazılmalıdır. Müsbət 2 isə x çıx 2 formasında yazılmalıdır ki, bunları yenidən sıfıra bərabər edib həll edəndə yenə mənfi 5, 2 gəlsin. Həmin tapdığımız kökləri mənfi 5 və 2-ni ədəd oxunda qeyd edirik. Həmin ədədlərin özünü ala bilmədiyinə görə, çünki burada yazmıyor, bax, sıfırdan kiçik bərabərdir. İçərini boş saxlayırıq. 2-dən böyük bir ədəd götürsəniz, məsələn 3, x-in yerinə 3 yazanda müsbət, bura müsbət, müsbəti müsbətə vuranda müsbət. Sonra bu ardıcıl davam edəcək. Sıfırdan kiçik yer lazımdır bizə, mənfi işarəsini qoyduğunuz yer. Mənfi işarəsində mənfi 5 ilə 2 arasına qoymusunuz. Mənfi 5, 2 intervalı o cavab da eləyəcək Y variantı. Keçirik 28-ci suala. Bir tərəfə keçirtməliyik uşaqlar. Çalışın, bir tərəfə keçirdin, həll edin. Burada yazırsınız 0. X üstəgəl bir ortaq məxrəcdir. Onda sürət 1 çıxılsın x edir. Sürətin və məxrəcin ayrı-ayrı köklərini tapırıq. Sürəti sıfıra çevirən ədəd müsbət 1-dir. Yazdım bura. Məxrəci sıfıra çevirən ədəd mənfi 1-dir. Yazdım bura. İkisini içərisini boş saxlayırıq. Çünki bu ədədləri ala bilməzlər. Birdən böyük bir ədəd götürsəm, məsələn 2 yazsam x-in yerinə, sürət 1-dən 2 çıxanda mənfi, aşağı 2-nin üstünə 1 gələndə müsbət. Mənfini müsbətə böləndə mənfi. Sonra müsbət, sonra mənfi və bizə lazımdır müsbət olan yer mənfi 1 ilə müsbət 1-in arası. Cavab B variantı. Keçək 30-cu suala. Daha doğrusu 29-cu suala. X çıxılsın 1-də x, çıxılsın, keçirdim sol tərəfə, x çıx 1, sağda 0 qaldı. Heç nə qalmayanda 0 yazırıq. Ortaq məxrəc x çıx 1-dir, bu olacaq x çıx 2, kiçikdir 0-dan. Deməli, uşaqlar, sürətin və məxrəci sıfıra çevirən x-ləri tapmalıyıq. Sürəti sıfıra çevirən x, x-in yerinə 2 yazsanız 0 olar. Məxrəci sıfıra çevirən x isə 1-dir. Yəni, indi 2-dən böyük bir ədəd götürsəniz, x-in yerinə 3 yazsanız, məsələn, 3-ü yerinə qoyanda kəsrin sürəti müsbət, məxrəci müsbət, müsbəti müsbətə böləndə müsbət. İşarələr növbələşir. Və bizə lazımdır sıfırdan kiçik yer, yəni mənfi işarəsini hara qoymuşsa, o aralıq 1, 2 aralığı cavab C variantı olacaq. Keçirik 30-cu suala. A parametrinin hansı qiymətlərində tənliyinin kökü mənfidir? Tənliyin kökü yəni x. X-i tapmalıyıq, sıfırdan kiçik qoyub həll etməliyik. İnşallah x-i tapmaqdan ötürü bu tənlik kimi bunu çarpaz vurub həll edəcəksiniz. 4 vurulsun 2a üstəgəl 5 bərabərdir 5ax üstəgəl 4-ə. Vurub açaq 8a üstəgəl 20. 4-ü də keçirdirəm bu tərəfə, qalsın 5ax.
Biraz sadələşdirsəm 8a üstəgəl 16 bərabərdir 5a vur x. İndi x-i tapmaqdan ötürü vuruq hasil. X-i tapmaqdan ötürü hasilliyi məlum vuruğa bölməliyəm. Belə. Bizə demiş ki, x, yəni tənliyin kökü sıfırdan kiçik olsun. Bu sıfırdan kiçik olmalıdır. Bunu sıfıra çevirən ədədləri, həm sürətin, həm məxrəcin sıfıra çevirən ədədləri tapmalıyıq. 8a üstəgəl 16-nı bərabərdir 0 qoyub həll etsəniz, 8a bərabərdir mənfi 16-dan a mənfi 2 gələcək. Məxrəcə baxsanız 5a 0-dır, deməli a 0 olacaq. 0-dan böyük bir ədəd götürsəniz, məsələn 7 götürsəniz a-nın yerinə, sürət müsbət, məxrəc müsbət, bura müsbət olacaq. Növbələşəcək işarələr və bizə lazımdır mənfi aralıq, mənfi 2 ilə 0 aralıq olacaq cavabınız. O da C variantında verilib. 31-ci sualla davam edirik. Deyir ki, A parametrinin hansı qiymətlərində tənliyin kökü 3-dən kiçikdir. Tənliyin kökü deyəndə x nəzərdə tutulur. X 3-dən kiçik olmalıdır. Bu bizim şərtimiz. 2a çıxılsın 1 vurulsun x yazılıbdır. 5-i sağ tərəfə keçirdəcəm. 0-dan 5 çıxanda mənfi 5. X-i tapmaq üçün hasili məlum vuruğa bölməliyəm. Deməli, bu olmalıdır 3-dən kiçik. Bax, yazmalıyam mənfi 5 bölünsün 2a çıx 1, kiçik olsun 3-dən. Bu bərabərsizliyi həll etməliyəm. Bərabərsizliyi həll etmək üçün 3-ü də keçirdirəm bu tərəfə, burada saxlayıram 0. 3-ün məxrəci 1-də ortaq məxrəci gətirəcəm, olacaq 2a çıx 1. Burada olacaq mənfi 5 çıx. 3'ü vurmalıyıq 2a çıx 1'ə mənfi 3'ü. Eləyəcək mənfi 6a üstəgəl 3 kiçikdir 0-dan. O eləyir mənfi 6a çıx 2 bölünsün 2a çıxaq 1 kiçikdir 0-dan. Sürəti və məxrəci 0-a çevirən ədədlərə baxırıq. Mənfi 6a çıx 2-ni 0-a çevirən ədədi tapsam nə olacaq? A bərabərdir 2-ni 6-ya bölüb ixtisar etsəm 1 böl 3 özdə mənfi. Sürət məxrəci 0-a çevirən ədədi tapsaq 2a1 a bərabərdir 1 böl 2. Bunları biraz daha qəşəng yazın. Səliqəli görünsünlər. Belə. İndi ədəd oxunda həmin ədədləri qeyd edirik. A-mız mənfi 3-də 1, 1-də 2-də 1. Və bunların heç birini ala bilməz də. Məxrəc 0 ola bilməz, sürət də 0 ola bilməz deyənə bunları ala bilmir. Ala bilmədiyi üçün içərilərin boş saxlayırıq uşaqlar. Bu xəttləri qoymaya da bilərsiniz. Sadəcə burada işarələri içərilərin boş saxlayın ki, yəni yadımızda olsun ki, onları götürməyəcəyik. 2-də 1-dən böyük ədəd məsələn 1 qoysam A-nın yerinə, mənfi 6-nı 1-ə vuranda mənfi 6, 2 çıxanda mənfi, sürət mənfi olacaq. 2-ni 1-ə vurub 1 çıxsa məxrəc müsbət. Mənfini müsbətə bölsəm mənfi, demək bura mənfidir. Müsbət mənfi şəkildə davam edəcək. Bizə lazımdır müsbət aralıq, yox, mənfi aralıq 0-dan kiçik qoyulan aralıq. 0-dan kiçik 1, 2-də 1-dən sağ tərəfdə, bir də mənfi 3-də 1-dən sol tərəfdə yazılıb. Sol tərəf mənfi sonsuzluğu bildirir. Sağ tərəf 2-də 1-dən başlayır, gedir düz, müsbət sonsuzluğa doğru. Cavab D variantındadır. Keçirik 32-ci suala. Deyir, bərabərsizliyini həll edin. Siz burada haranın işarəsini %100 bilirsiniz ki, bu x bu ədədləri alır. Baxın, x deyəndə yəni ifadə. Məxrəc neysə kvadratıdır. Kvadrat həmişə 0-dan böyük qiymətlər alır. Sadəcə şərt qoymalıyıq. X çıxılsın 2, 0 olmamalıdır. Çünki məxrəci 0-a çevirə bilməz x. Yəni x 2 olmamalıdır. Qalan x-in yerinə siz nə yazırsınız? Yazana həmişə cavab müsbət olacaq. Onda geriyə qalır sürət. Sürət necə də olsun ki, mən onu müsbətə böləndə cavabı 0-dan kiçik alım. Sürət gərək mənfi olsun ki, müsbətə böləndə 0-dan kiçik alınsın. Yazmalıyam 23 üstəgəl 22x çıx x kvadratı mənfidir. Yəni 0-dan kiçikdir uşaqlar. Ardıcıl yazıram bunları. Sərbəst daxırda və hər tərəfi mənfiyə vururuq. Mənfiyə vuranda bərabərsiz işarəsini dəyişməyi unutmuruq. Və burada köklər tapırıq. 2 dənə kök var. Onları vuranda sərbəst
Toplayanda isə əks işarə ilə götürülmüş ikinci hədd əmsalını verəcək. Yəni 23-ün hansı ədədlərdir bunlar deyin görə? 23 və -1. Deməli, x-in yerinə 23-ü və x-in yerinə -1 ədəd oxunda qeyd etdim. Qeyd etdikdən sonra 23-dən böyük bir ədəd, məsələn 25 x-in yerinə yazanda, bunu qeyd etdim, amma vuruqlarını da gəlin yazaq ki, işarəni rahat təyin edim. Kökün biri 23 isə bu x çıx 23 kimi vuruqlarına ayrılır, -1-dirsə x üstə gəl 1 kimi işarələr dəyişərək vuruqlarına ayrılır. Deməli, 23-dən böyük bir ədəd götürsə, məsələn 24, 24-dən 3 çıxanda müsbət, 24-ün üstünə 1 gələndə müsbət, müsbəti müsbətə vuranda müsbət, mənfi müsbət şəkildə davam edəcək. Bizə lazımdır müsbət aralıq. Bir bura, bir də bura. Deməli, cavabınız olacaq mənfi sonsuzluq, -1 birləşir 23 müsbət sonsuzluq. Mənfi sonsuzluq -1, 23 müsbət sonsuzluq B variantı yox, D variantı uşaqlar. -1-dir D-də. Keçirik 33-cü suala. X kvadratı çıx 9-u vuruqlarına ayıra bilirsiniz. 9 3-ün kvadratı olduğu üçün onu müxtəsər vurma düsturuna görə ayırdıq vuruqlarını. Aşağıya baxaq. X kvadratı üstə gəl 9x üstə gəl 84-ün kubu. Mən onu vuruqlarına ayıra bilmirəm. Nəyə görə? Düşünsəm ki, vuranda 84, toplayanda -9 edən ədədlər belə də tapa bilməyəcəm. Hətta tapa bilməyəndə gedib diskriminantla B kvadratı çıx 4AC ilə hesablasanız, 9-un kvadratı 81, çıx 4 vur 1 vur 84. Yəni 81-dən bu boyda ədədi çıxanda cavabınız mənfi olur. Uşaqlar, diskriminant mənfidirsə deməli kök yoxdur demişik də, kök yoxdur. Bir parabola var, qolları yuxarı yönələn paraboladır və bunun kökü yoxdur. Yəni x oxuna kəsmir və ya toxunmur. Onda sizin parabolanız absisdən yuxarıda yerləşir. Absisdən yuxarıda yerləşməkdə o demək ki, funksiya kimi baxsanız, bu ifadə həmişə müsbət qiymətlər alır. Çünki y oxunun aşağısı mənfiləri bildirir, y oxunun yuxarısı müsbətləri bildirir. Yəni cavablarının mənfi, buranın müsbət olduğunu. Əgər absisdən yuxarıdırsa, qrafikin üzərində hansısa bir nöqtə götürüb y-ni tapa bilərsiniz. Müsbət bir ədəd eləyir. Deməli ki, uşaqlar, bunun məxrəci həmişə müsbət ədəddir. Məxrəc həmişə müsbətdirsə, yuxarı necə ədəd olsun ki, bərabərsizliyimiz cavab olaraq 0-dan kiçik bərabər şərtini ödəsin. Deməli, gərək yuxarı mənfi olsun da, mənfini müsbətə bölüm ki, 0-dan kiçik olsun. Mənfi, amma 0 da ola bilər. Çünki sürətin 0 olma şansı var. Deməli, vuruqları ayrı-ayrı sıfırlarını tapsanız, x çıx 3-ü 0-a bərabər etsəniz x3, x üstəcə 3-ü 0-a bərabər etsəniz x -3, 3-dən böyük bir ədəd götürsəniz x-in yerinə, məsələn 4 yazsanız, bura müsbət, bura müsbət, müsbəti müsbətə vuranda müsbət olacaq. Və bu davamlı şəkildə gedəcək. Bu belə. Bizə də lazımdır 0-dan kiçik aralıq. Yəni mənfi işarəsini hara qoymuşsa, -3, 3 hər ikisini aldığı üçün qapalı. Cavab eləyəcək A variantı. Keçirik 34-cü suala. x kvadratı üstə gəl 15 bölünsün x kvadratı çıx 9. Uşaqla 1-i keçirdirəm bu tərəfə. 0-dan kiçikdir. Sağ tərəfdə 0 qalmalıdır da, ona görə keçirdirik. Bunun məxrəcinə 1 atırıq. 2x kvadratı üstə gəl 15 çıx x kvadratı, bax -1-i -9-a vuranda müsbət 9 olacaq. Yuxarını sadələşdirək. 2x kvadratla x kvadratı çıxanda qalır x kvadratı. 15 ilə 9 da 24. Aşağına vuruqlarını ayırsaq, 9 3-ün kvadratı kimi düşünüb müxtəsər vurma ilə yazsaq, belə olacaq. Haranın işarəsini dəqiq bilirik. Buranın. X-in kvadratının üzərinə, kvadrat müsbət bir ədəddir ya da 0-dır. Üzərinə 24 gələndə bu həmişə müsbət bir ədəddir. Müsbət ədədi mən necə ədədə bölməliyəm ki, ifadəm mənfi olsun, 0-dan kiçik olsun. Deməli, bu mənfi olmalıdır, düzdürmü? Mənfi olmalısa 0-dan kiçik qoyub həll edirik.
Köklərini tapanda birinci tərəf -3, ikinci tərəf 3. 3-dən böyük ədəd götürsəniz x-in yenə 4 yazsanız, bura müsbət, bura müsbət, müsbəti müsbətə vuranda müsbət. Mənfi və müsbət. Deməli, sıfırdan kiçik yer, uşaqlar, mənfi yer tələb olunur sizə, -3, 3. Amma açıq interval almaz -3 və 3-ü. Bizə deyir ki, tam həllərin sayını tap. -3 ilə 3-ün arasında hansı tam ədədlər var? -2, -1, 0, 1 və 2. Yəni 5 dənə cavab olacaq D variantı. Keçirik 35-ci suala. 2x kvadratı çıxılsın 13, bölünsün x kvadratı çıx 4, içini keçirdirsiniz bu tərəfə uşaqlar. X kvadratı çıx 4 ortaq məxrəcdir. 2-nin məxrəci 1 olduğu üçün x kvadratı çıx 4-ə vurmalıyıq. Yuxarını açaq. 2x kvadratı çıx 13 çıx 2x kvadratı üstəgəl 8 olacaq. Çünki -2-ni -4-ə vurursunuz. 2x kvadratları gedir. Yuxarıda qaldı -5 bölünsün x kvadratı çıx 4. X kvadrat çıx 4 də gəlin vuruqlarını ayıraq. X çıx 2, x üstəgəl 2. Böyükdür 0-dan. Uşaqlar yuxarı -1 ədəddir. -1 ədədi mən necə də bölməliyəm ki 0-dan böyük etsin? Mənfədə də bölməliyəm. Düzdür? Mənfiyə böləndə müsbət edər. Ona görə aşağını mənfi yazmalıyam mən işarəni dəyişərək. Köklərini tapdıqda isə x çıx 2-ni bərabər 0 etsəniz, x 2 gələcək. X üstəgəl 2-ni 0-a bərabər etsəniz, -2. 2-dən böyük ədədlər götürsəniz, 3 yazsanız, məsələn, buradan 3-dən 2 çıxanda müsbət, 3-ün üstünə 2 gələndə müsbət, müsbəti müsbətə vuranda müsbət. Mənfi, müsbət kimi gedəcək. Sizə lazımdır 0-dan kiçik aralıq, 0-dan kiçik, yəni mənfi aralıq, -2 ilə 2-nin intervalı. Nə soruşurdu bizə? Deyir, bərabərsinin tam həlləri sayını tapın. -1 var burada, 0 var, bir də 1 var. Deməli, 3 dənə tam həlli var. Cavab A variantı olacaq. Keçirik 36-cı suala. Deyir, x üstəgəl 3-ün kvadratı. Uşaqlar, x üstəgəl 3-ün kvadratı hər zaman müsbət bir ədəd. Çünki kvadratdır. Və orada bir dənə kök də var. Çünki kəsrin qiyməti 0-a bərabərdir deyə sürət 0 ola bilər. Ona görə x üstəgəl 3 bərabərdir 0, x bərabərdir -3. Oradan bir dənə kök gəlir. Başqa x-in yerinə nə yazırsınız yazın. Oranın cavabı onsuz da müsbətdir. Bunu bildik. O müsbətdir. Sonra x kvadratı üstəgəl x üstəgəl 2-yə baxaq vuruqlarına. Bunun diskriminantla köklərini tapsaq, viyyətlə tapa bilmirik də, vuranda 2 toplayanda -1 belə ədədləri yoxdur. Tapa bilmirsinizsə gedin diskriminanta baxın. Kök olmayacaq, amma diskriminantla da görün də onu. B kvadratı çıx 4ac-yə görə cavab mənfidir. Diskriminant mənfi bir ədəddir. Diskriminant mənfidirsə, buna kvadrat funksiya kimi yanaşmalısınız. Qolları yuxarı yönələn paraboladır. Çünki x kvadratın əmsalı müsbətdir. Diskriminant 0-dan kiçikdirsə x oxuna kəsməz və yaxud x oxuna toxunmaz. Çünki kökləri yoxdur. Onda x oxundan yuxarıda keçməlidir bu. X oxundan yuxarıda keçən bir funksiyada həmişə müsbət qiymətlər alır. Çünki y-lərinə baxın, həmişə müsbətdir. Deməli, bu ikinci tərəf x kvadratı üstəgəl x üstəgəl 2 də həmişə 0-dan böyük bir ədəddir. Deməli, əgər parabola 0-dan böyüksə, diskriminantı 0-dan kiçikdir və yaxud diskriminant 0-dan kiçiksə, deməli, parabola 0-dan böyükdür. Kvadrat funksiya 0-dan böyükdür. Deməli, sürət müsbətdir uşaqlar. Məxrəc onda necə ədəd olmalıdır ki, ifadənin cavabı 0-dan kiçik etsin. Deməli, məxrəciniz mənfi olmalıdır. İndi köklərini tapsanız, x-i 0-a çevirən ədəd elə 0, x çıx 5-i 0-a çevirən ədəd 5. 5-dən böyük bir ədəd yazsanız, x-in yerinə məsələn 6 yazsanız, 6, 6-dan 5 çıxanda müsbət, müsbəti müsbətə vuranda müsbət. Sonra ardıcıl davam edir. Bizə lazımdır 0-dan kiçik aralıq, yəni 0 və 5 arası. Amma biz bir də yuxarıda qeyd etmişik ki, x -3 ola bilər. Çünki -3-ü yerinə qoyunda cavab 0 edir. Ən kiçik həllini tap. Ən kiçik həlli 0-5-in arasında da həllər var. Bir də -3 var. Amma ən kiçiyi -3-dür. Cavab B variantı olacaq. 37-ci sualla davam edirik.
X kvadratı üstəgəl x üstəgəl 2 bayaqki kimi uşaqlar. Bunun vuruqlarını tapmaq istəsəniz, köklərini tapmaq istəsəniz, görəcəksiniz ki, diskriminant b kvadrat çıxdı 4ac düsturuna əsasən. Bunun b'si 1'dir. 1 çıxılsın 4 vur. A'sı da 1'dir. C'si 2'dir. Yəni mənfi olur. Diskriminant mənfidirsə bir parabolalarda o kvadrat tənlik kimi yanaşanda onun kökləri yoxdur deməkdir. Kökü yoxdursa bunun qrafiki parabola olduğu üçün absis oxunu kəsmir ya da toxunmur. Kəssə 2 kökü var, toxunsa 1 kök var, toxunmur. Onda absisdən yuxarıda keçirsə kökü yoxdur deməkdir. Kökü olmayan bir parabola absisdən yuxarı keçdiyi üçün bunun qiymətləri həmişə müsbət olacaq. Absis oxundan yuxarıda bir funksiya yerləşsə müsbət qiymətlər alır. Aşağıda bir funksiya yerləşsə mənfi qiymətlər alır. Deməli bu surət x kvadrat üstəgəl x üstəgəl 2 həmişə müsbət qiymətlər alır. Bunu qeyd elədik. Bir də məxrəcə baxın. Məxrəcdə x üstəgəl 3-ün kvadratı verir. Bu həmişə müsbət qiymətlər alacaq. Amma biz orada şərt qoymalıyıq. X üstəgəl 3 məxrəcdə olduğu üçün 0-a bərabər ola bilməz. Deməli, x heç vaxt mənfi 3 ola bilməz. Bax, yuxarıdakı ilə bu aşağıdakının fərqini bildinizmi? Yuxarıda sürət idi, sürət 0-a bərabər ola bilər. Aşağıda məxrəcdir, məxrəc 0-a bərabər ola bilməz. Ona görə x mənfi 3 ola bilməz. İndi keçirik. İkisi müsbətdirsə, deməli bu ifadə x vurulsun, x çıxılsın, 5 gərək mənfi olsun ki, ifadənin qiyməti mənfi olsun. Və burada bərabərdir 0 yaza bilmərik. Ancaq kiçikdir 0-dan yazacağıq. Çünki məxrəc 0 ola bilməz. Ədəd oxunda kökləri qeyd edirik. X-i 0-a çevirən ədəd elə 0-ın özü. X çıx 5-i 0-a çevirən ədəd 5. 5-dən böyük bir ədəd yazsanız x-in yerinə, məsələn 6 yazsanız, bura müsbət, bura müsbət. Müsbəti müsbətə vuranda müsbət, mənfi müsbət. Bizə mənfi yer lazımdır 0-dan 5-in arası. Mənfi 3-ü də almırsa, burada bir də qeyd etməyə ehtiyac yoxdur. Tam həlləri cəmini soruşur. 1, 2, 3 və 4 cavab eləyəcək 10 C variantı. Bu şəkildə. 38-ci sualla davam edirik. Hansı ifadənin işarəsini dəqiq bilirsiniz burada uşaqlar? Baxın, x çıx 4-ün mötərizədə kvadratı yazıb. Kvadratdırsa bu həmişə müsbət bir ədəddir. X-i yerinə yazırsa yazın müsbət olacaq. Bir də 0 qiyməti var. Kvadratın 0 qiyməti. X çıxılsın 4 0 ola bilər. Çünki surətdədir və surət 0-dan kiçik bərabərdir deyir. Burada baxın, bərabərdir işarəsi də var. Yəni surət 0-a bərabər ola bilər. Ona görə siz surət 0-a bərabər ola bilərsə x çıx 4-ün cavabını 0 götürə bilərsiniz. Bir kök buradan gəlir. %100 bilirsiniz ki, bir kök artıq 4-dür. Məxrəc də həmişə müsbət ədəddir uşaqlar. Məxrəcin də işarəsini mən bilirəm ki, həmişə müsbətdir. Yazıram müsbət. Amma məxrəcin də 0-a çevrilən ədədləri var da, x çıx 2. Məxrəc olduğu üçün məxrəcə 0 yaza bilmərik. Deməli, x-in yerinə siz 2 yaza bilmərsiniz. Bu ikinci şərt. İndi bunlar ikisi müsbət oldu. Müsbəti müsbətə böldüm, nəticə müsbət. Amma mən müsbəti bu ifadəyə vurmalıyam ki, 0-dan kiçik bərabər etsin, yəni mənfi etsin. Deməli, həmin ifadəniz x çıx 3 mənfi olacaq. X kiçikdir 3-dən yazırıq. 3-dən kiçik ədədlərin içərisində 2-ni götürməz. Baxın, 3-dən kiçik ədədləri alacaq bu. 3-dən kiçik ədədləri alacaq. Amma 2-ni almaz. Sonra gelir bu tərəfə. Bir də 4-ü burada alır. Qeyd eləmiş ki, 4-ü alır. 2-ni almaz. Onda bunun ala biləcəyi natural qiymətlər buradan 4. Sonra 3-ü almaz. 2-ni də almaz. Çünki 3-dən kiçik. 3-ü alar. Burada baxın. Kiçik bərabər yazmalıydım mən. Mənfi və yaxud 0 ola bilər də uşaqlar. Buna diqqət eləyək. 3-ü ala bilər. 2-ni almayacaq. 2-dən əvvəldə bir natural ədədi var. 1-i də alacaq. Deməli, 0 mənfi tərəfə gedir. 0 və mənfi ədədlər. Onlar artıq natural deyil. Yəni, onları götürmürük. Cavabımız olacaq 8 C variantı. Keçirik 39-cu suala. Sual yeni sualdır. Yeni olduğunda qeyd edək. Mənfi sonsuzluq və müsbət sonsuzluq aralığında təyin olmuş 2 dənə funksiya var. Və deyir ki, bu funksiyaların hasili müsbətdir uşaqlar. 2 ədədin hasili nə vaxt müsbət olar? 2 dənə halımız var. Ya onlar hər ikisi müsbətdir. Yazıram fx də müsbət, cx də müsbət. Böyükdür 0-dan da yaza bilərsiniz.
İkinci halda isə ikisi də mənfi, çünki mənfiləri də bir-birinə vuranda müsbət edir axı. Biri müsbət, biri mənfi olarsa hasil mənfi olardı. Deməli, ya ikisi də müsbətdir, ya ikisi də mənfidir uşaqlar. Belə yazım. İndi, əgər ikisi də müsbətdirsə, deməli, ikisi də absis oxundan yuxarıda yerləşməlidir. Uşaqlar, bir funksiyanın qiymətləri müsbətdirsə, yadınızda saxlayın ki, o absis oxundan yuxarıda yerləşir. İkincinin də absis oxundan yuxarıda yerləşən hissəsini qeyd etdim. Deməli, uşaqlar, indi absis oxundan yuxarıda yerləşən x-lərə baxırıq. Birincinin x-lərinə baxsanız, qrafikin üzərində nöqtələr qeyd edib təyin etsəniz, baxın nöqtələrə. Hamısı birdən soldakı nöqtələrdir. Yəni, mənfi sonsuzluqdan 1-ə. 1-i almaz. Çünki 1-i aldığı yerdə funksiya 0 olur. Funksiyanın yerinə 0 yazsaydınız, burada gərək böyük bərabərdir 0 yazılardı. Ona görə 1-i yazmayacaq. 1-i açıq mötərizə və 1 də birləşir. Qrafikin üzərində başqa nöqtələr qeyd edək. Sağ tərəfdə 4-dən sağa gedir x-lər, fikir verin. 4 müsbət sonsuzluq. Bu f(x)in müsbət olduğu yer. İndi c(x)in müsbət olduğu yerə baxaq. Bir dəqiqə. c(x)in müsbət olduğu yerə baxacağıq. c(x)in müsbət olduğu yer. Qrafikin üzərində nöqtələr götürüb x-lərini tapsanız, baxın, hamısı düşür mənfi 2 ilə 3-ün arasına. Bunu həll etdik. İndi bunların kəsişməsinə baxmalıyıq, ortaq kök. Çünki həm bu müsbət olmalıdır, həm bu müsbət olmalıdır eyni zamanda. İkisinin ortaq kökünü tapmaq üçün 1-i, 4-ü qeyd etdik. Mənfi sonsuzluqdan 1-ə qədər birinci idi, 4-dən müsbət sonsuzluğa ikinci. İndi mənfi 2 ilə 3-ü qeyd etməliyəm. Mənfi 2 buradadır, 3 də buralarda bir yerdədir. Bunları xətləyirik. Bunların kəsişməsi, yəni həm yuxarının, həm aşağının xətləndiyi yer düşür. O, 1-lə 2-nin yerlərini səhv qoymuşam. Bircə dəqiqə uşaqlar. 1 buradadır. 2 düz qoymuşdum. Sadəcə işarəsini yazmamışdım. Mənfi 2 imiş. Demək, mənfi 2 ilə 3 arası. Düz idi uşaqlar. Sadəcə 2-nin işarəsini yazmamışdım. Demək, hər ikisinin ortaq kökü olacaq yuxarının və aşağının xətləndiyi yer mənfi 2-dən 1-ə qədər. Bax, bu ədədlər. Mənfi 2-dən 1-ə qədər bir hissə. Cavabımızın bir hissəsi artıq məlumdur. Bir də ikinci halı yoxlamalıyıq. İkinci halda f(x) də mənfi olsun, c(x) də mənfi olsun. f(x)in və c(x)in mənfi olduğu yerləri də, gəlin rəngini dəyişin bunun. Mənfidirlərsə x oxundan aşağıda yerləşməlidirlər. Onları da göy ilə işarə edirəm. Birincisinə f(x)in mənfi olduğu aralığa baxsanız, baxın, qrafikin üzərində nöqtələr götürsəniz, həmin nöqtələrin x-lərinə baxın, 1 və 4-ün arasındadır. 1, 4 arası. İkinci tərəfə c(x)ə baxsanız, qrafikin üzərindən nöqtələr götürün, bunların x-lərini tapın, baxın. Nə olur? Mənfi 2-dən sol tərəfə gedir. Yəni, mənfi sonsuzluq, mənfi 2 birləşir. Bu birisi tərəfə baxsanız, 3-dən müsbət sonsuzluğa doğru gedir. Belə. Bunların ikisinin ortaq həllini tapmalıyam, yəni kəsişməsini tapmalıyam. 1, 4, 1 xətləyirsiniz. 1-in 4-ün özünü götürə bilməz uşaqlar. Çünki 1-lə 4-ün özünü götürəndə ifadə cavabı 0-a çevrilir. f(x), c(x) 0 olmamalıdır. Mənfi sonsuzluqdan mənfi 2, bir bunu xətləyirsiniz. Bir də 3-dən müsbət sonsuzluq, bunu xətləyirsiniz. Və ikisinin kəsişməsi yalnızca həm yuxarının aşağının xətləndiyi yer buradır. Deməli, alırsınız cavabı 3, 4. Yekun olaraq uşaqlar 2 dənə cavab aldıq. Baxın, biri bu. Birinci haldan aldığımız cavab budur. İkinci haldan aldığımız cavab bu. Hər ikisinin ödədiyi üçün və bu və bunun birləşməsini götürürük. Yəni, A variantı. Belə, maraqlı suallardır. 2 dənəsində əvvəldə işləmişdik uşaqlar, 2-3 dənəsin. Qəşəng suallardır. Sadəcə mahiyyətin başa düşsəniz, rahat öhdəsindən gələcəksiniz. Baxın, bu da eynidir, 40. 40-da deyir ki, f(x), c(x) nisbəti mənfi olsun. Özdə 0-a da bərabər ola bilər. İfadə kəsrin qiyməti mənfi olması üçün birinci hal. Bunlardan biri müsbət, biri mənfi olmalıdır. İkisi də eyni işarəli olarsa mənfi olmur da bu. Ya f(x) müsbət, c(x) mənfidir. Ya
İkinci hal. Fx mənfi. Bax, fx müsbətdir. Gəlin bunu böyükdürlə yazaq da. Böyükdür 0-dan, cx kiçikdir 0-dan. Ya da fx kiçikdir 0-dan, cx böyükdür 0-dan. İndi burada bir məsələ var ki, kiçikdir bərabərdir yazıb yuxarıdakı sualdan fərqli olaraq. Yəni ifadənin qiyməti 0-a çevrilə bilər. 0-a çevrilə bilirsə sürət 0 ola bilər. Yəni fx-i burada həm də 0-a bərabər götürəcəksiniz ikisində də. Cx heç vaxt 0 ola bilməz. Belə. İndi birinci halı araşdırırıq. Birinci halda fx 0-dan böyük olmalıdır. Yəni absisdən yuxarıda yerləşməlidir. Cx 0-dan kiçik olmalıdır. Yəni absis oxundan aşağıda yerləşməlidir. Bunların x-dərini tapırıq. Birincinin x-dərinə baxsanız, mənfi 2-dən sol tərəf, mənfi sonsuzluq, mənfi 2 deməkdir bu. Bir də birləşir. Baxın, qrafikin üzərində nöqtələr götürüb x-dərini təyin etsəniz, 3 müsbət sonsuzluq. İndi cx-in mənfi olduğu yerə baxaq. Cx-in mənfi olduğu yerdə mənfi sonsuzluqdan mənfi 3-ə birləşir. Qrafikin üzərində nöqtələr götürüb siz burada xəttlər çəksəniz 5 müsbət sonsuzluğa. İndi biz bunların xəttləyib aralığını tapmalıyıq. Mənfi sonsuzluqdan mənfi 2-yə xətləyirsiniz. 3-dən müsbət sonsuzluğa xətləyirsiniz. O birisi olacaq mənfi sonsuzluq, mənfi 3. Mənfi 3-ü qeyd etdiniz, xəttlədiniz. Bir də 5 müsbət sonsuzluq. Kəsişməsinə baxmalısınız ikisinin ortaq yerinə. Buranı sürüşdürüm aşağı. İkisinin ortaq yerində var. Mənfi sonsuzluqdan, bax burada bir dənə ortaq həll var, bir də burada. Mənfi sonsuzluqdan mənfi 3-ə qədər. Uşaqlar burada mənfi 2 ilə mənfi 3-ü alır. Çünki 0-a çevrilə bilir də axı ifadəmiz. İfadəmiz 0-a çevrilə bilirsə, x oxunu kəsdiyi nöqtələri ala bilər. Ona görə mənfi 2 və 3-ün içərisini qaralamalıyıq. Deməli, uşaqlar, mənfi sonsuzluq mənfi 3, mənfi 3-ü almaz, birləşir, 5 müsbət sonsuzluq 5-i almaz. Belə bir ifadə aldıq. Sonra keçirik ikinci halımıza. İkinci halda deyir ki, funksiya, fx funksiyası mənfi olsun. Mənfi olsun deyirsə aşağıdan keçsin. Cx isə müsbət olsun, yəni yuxarıdan keçsin. Bu ikinci halda qırmızı ilə işarələdiklərim. İndi fx mənfidir deyirsə, bu qırmızı ilə işarələdiyim yerin x-dərini tapsanız, həmin x-dər mənfi 2 ilə 3-ün arasındadır. Özə qapalı götürəcəksiniz. Mənfi 2-ni də alır, 3-ü də, çünki orada funksiya 0-a çevrilir. İndi cx-ə baxırıq. Cx isə bu qırmızı yerdən x-dər tapsanız, mənfi 3 ilə 5-in arasındadır. Və heç birini almır. Çünki məxrəc 0 ola bilməz deyə burada bərabər işarəsi qoya bilmərik. İndi deməli uşaqlar nə edirik? Bunların kəsişməsini tapırıq. Mənfi 2 və 3 arası xətt deyirsiniz, xəttdədir. Bir də mənfi 3, mənfi 3 buralarda bir yerdədir. Bir də 5 var, 5. Bunları xətt deyirsiniz. Bunu başqa rənglə xəttliyimdə qarışmasın. Səliqəli olsun yazımız. Həm yuxarının, həm aşağının xəttləndiyi aralıq isə olacaq mənfi 2-dən 3-ə qədər. İndi biz bu 2 dənə aldığımız aralıqları baxıb birləşdirməliyik uşaqlar. Aralığımız mənfi sonsuzluq, mənfi 3 yazıram. Mənfi sonsuzluq, mənfi 3. Birləşir 5 müsbət sonsuzluq. 5 müsbət sonsuzluqdan əvvəl, bax bunu gəlin yazaq yerlərini dəyişəndə. Yəni yerlərini niyə dəyişirəm? Birinci bunu yazacağım. Çünki kiçik birinci, böyük ikinci yazmalıyım da və son olaraq da bu. Bunların üçünün birləşməsini yazmalısın. 5 müsbət sonsuzluq. Birinci haldakı cavabımız bu idi. İkinci haldakı cavabımız bu idi. Hər ikisini götürməliyik. Hər ikisini götürüb yazanda kiçikdən böyüyə doğru, yəni artan sırada aralıqları yazmalıyıq. Ona görə mən orada yerlərini dəyişdim uşaqlar. Bu sizi çaşdırmasın. Cavab olacaq D variantı. Belə maraqlı bir sual. Yenə də eyni yorucu sual deyək amma. Fx bölünsün Cx. Böyük bərabərdir deyir 0-dan.
Bəzən uzun suallar olanda tənbəllik edirəm yazmağa. Təkrar verir oxşar sualları. Deməli uşaqlar, f(x)in qrafiki bu qrafikdir. Xətt deyirəm, mən necə xətt deyirəm? Qırmızı ilə f(x)i göstərəcəm, sizi çaşdırmasın deyə. Göy ilə, yaşılla da cx-in qrafikini, 2 dənə qrafik var burada. Daha doğrusu, qırmızı cx-dir, yaşıl f(x)dir. İndi, f(x) böl cx müsbət olmalıdır. Müsbətdirsə birinci hal. F(x) də müsbət olmalıdır, cx də müsbət olmalıdır. İkisi də. İkinci hala baxaq. İkisi də gərək mənfi olsun. F(x) mənfi olsun, cx də mənfi olsun. Yuxarıda bir yerdə diqqət etdim. Nəyi diqqət etdim? Məxrəc 0 ola bilməz. Böyükdür 0 yaza böyükdür bərabər 0 yaza bilməz c üçün. Ancaq böyükdür 0 yazacaqsınız. İkisi də eyni işarəli olmalıdır. Ya f(x) də cx də böyükdür 0-dan olmalıdır, ya f(x) də cx də kiçikdir 0-dan olmalıdır. İndi birinci f(x)in müsbət olduğu yerə baxaq. F(x) yaşılla işarələdiyim yerdir. Müsbət olduğu yer absis oxundan yuxarıda qalan hissədir. Bunu ilə göstərim. Göylə göstərəcəm. Absis oxundan yuxarıda qalan hissəyə bax bunlar. İndi f(x)in absis oxundan yuxarıda qalan hissəsinin x-dərinə baxanda 4-dən böyük ədədlər. Bir də sol tərəfdən baxanda özü 4-ü də ala bilər. Çünki 0-a çevrilə bilər. Absis oxun kəsmə nöqtəsində o 0-a çevrilir. 0 ola bilər. Və birləşir. 2-dən sol tərəf baxın. 2-dən sol tərəfdə mənfi sonsuzluq 2-yə. Bax bu. İndi cx də müsbət olsun deyir. Cx-in müsbət olduğu yer yuxarıdan keçən hissəsidir. Yuxarıdan keçən hissəyə uyğun x-lərə baxsanız, mənfi 5 ilə müsbət 2-nin arasındadır. Belə. İndi bunların kəsişməsi bizə birinci halın yekun cavabını verəcək. Bundan ötürü mənfi sonsuzluqdan 2-yə qədər yazırsınız, 2-nin içərisini qaralayırıq. 4-dən müsbət sonsuzluğa qədər xəttədir. Mənfi 5, 2. Mənfi 5 buralarda bir yerdədir. 2-ni bu səfər almır, 2 boş. Deməli, uşaqlar, ikisinin kəsişməsi mənfi 5, 2 aralığına düşür. Amma 2-ni almayacaq. Çünki 2-ni əgər bir tərəfdə alıb, bir tərəfdə almırsa, ikisinin kəsişməsi demək ki, yoxdur da, 2 alınmaz. Birincisinin bərabərsiyimizin birinci halının cavabını tapdıq. Mənfi 5, 2 aralığı. İndi keçək ikinciyə. f(x) mənfi olsun. f(x)in mənfi olan yeri bu yaşıl hissədir. Mənfi hissəyə uyğun x-lər 2 ilə 4-ün arasıdır. 2-ni də ala bilər, 4-ü də ala bilər. Çünki 0-a çevrilə bilirdi. Cx-in mənfi olan yeri isə Cx-in aşağıda qalan hissəsidir. Bax, bu hissələr. Aşağıda qalan hissənin x-lərini tapsanız, baxın, mənfi 5-dən sağ tərəf olacaq. Yəni, mənfi sonsuzluq, mənfi 5. Birləşir, bir də 2-dən sağ tərəf. Baxın. 2-dən sağ tərəf. Belə. Deməli, uşaqlar, nə edirdik? Bunların kəsişməsini tapırdıq. Bunların kəsişməsini tapanda 2 buradadır, 4 buradadır. 2 ilə 4-ün arasını xətt deyirik və mənfi 5-dən mənfi sonsuzluğa qədər 2-dən müsbət 2-ni, baxın, burada için boş saxlayacaq müsbət sonsuzluğa qədər. Bunların kəsişməsi düşür 2-4 aralığına. 2-ni birində alıb, birində almırsa, bunu almayan göstərəcəksiniz. 2-4 qapalı. Yəni, ya bura ödəyir, ya da yuxarı ödəyir. Mənfi 5 ilə 2-nin arası olacaq mənfi 4, mənfi 3. Nəyi soruşur bizdən? Qoy bir dənə şərtini oxuyaq. Bərabərsizliyini, yox, bərabərsizliyin tam həllər cəmini soruşmuşdu. Mənfi 5, o zaman. Üstə gəl, daha doğrusu, mənfi 5-i almadı. Mənfi 5-i açıq mötəri saxlamışıq. Mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0, 1. 2-ni almır. 2 ilə 4-ün arasında 3, bir də 4-ü alır. Deməli, uşaqlar, bircə dəqiqə 4-ü niyə alsın ki bu? 4-də 1-i 0 olur. 4 kəsişməyə düşürdü də. Deməli, mənfi 4 ilə 4
oldu. Əksəriyyətlər islah getdi. 3-dən -3 islah getdi. 1-dən -1 islah getdi. Yekun cavabımız -2 qaldı. Yəni B variantı. Neçənci sual idi? 41-ci sual. 41-ci sualın cavabı B variantı. Keçirik 42-ci suala. 42-ci sualda siz surətin cavabını bilirsiniz. Surətin cavabı işarə olaraq hər zaman müsbət bir ədəddir. X-in yerinə nə yazırsınız yazın, onun cavabı müsbətdir və yaxud 0 ola bilər. 0-ı harda alır? X-ə 5 yazanda. Amma X-in yerinə 5 qoya bilmərsiniz. Çünki 5 qoyduğunuzda an kəsrin qiyməti 0 olacaq. 0-a da bərabər olmaz. Axı burada yazıb ancaq 0-dan kiçikdir. Deməli, X 5 ola bilməz bu şərt daxilində. Sürət müsbətdir. Məxrəc necə ədəd olsun ki, müsbəti həmin ədədə bölündə kəsrin qiyməti mənfi olsun. Yəni, məxrəc mənfi olmalıdır. Yəni, X kiçikdir olmalıdır 7-dən. 7-dən kiçik ədədlərə baxırıq. Amma oradan 5-i çıxardırıq. 5-i ala bilməz. Deyək ki, bu aralığın 2, 7 ilə kəsişməsini tapır. 2 buralarda bir yerdədir. Bir də 7 elə 7-dir. 2, 7 aralığına xətt deyirik. Bu aralıqdakı həllərin. Bu aralıqdakı həllər deyirsə, siz ortaq həllərə baxmalısınız. 2-ni ala bilər. 2-dən sonra 3 gəlir, 4 gəlir, ala bilər. 5-i almayacaq, 6 ala bilər. 7 açıq mötəriz olduğu üçün almayacaq. Bunların da cəmi olacaq 15. 43 eyni qayda ilə. İlk öncə siz yazın, sonra mən yazandan yoxlayın uşaqlar. 7 çıx x-in kvadratı. X-in yerinə nə yazırsınız yazın, həmişə müsbət bir ədəddir. Amma 0 da ola bilər, mənfi olmayacaq. 0 harda olur? 7 çıx x 0-a bərabərdir. X-ə 7 verdikdə. Amma bizim ifadəmizə deyir ki, 0-dan böyük olsun. Yəni 0-da bərabər olsun, 0-a bərabər olsun demir də. Ona görə bu 7-nin üstündən xətt çəkəcəksiniz. X fərqlidir 7-dən. Ora müsbətdirsə məxrəc necə də olsun ki, böləndə müsbət qalsın. Deməli, məxrəc mənfi olmalıdır. X çıxılsın 5, kiçikdir 0-dan olmalıdır. X kiçikdir 5-dən olmalıdır. İndi bizim ədədlərimiz, düz yazdıq hər şey. Yox, düz yazmadı. Uşaqlar, 0-dan böyükdür deyir. 0-dan böyükdür deyirsə, yəni müsbət olmalıdır kəsrin qiyməti. Kəsrin qiyməti müsbət olmalıdırsa, sürət müsbət, məxrəc də müsbət olmalıdır. Müsbəti çünki müsbətə bölümdə mən. Ona görə mən buranı düzəldirəm. Sorry uşaqlar. Deməli, X 5-dən böyük olmalıdır. İndi mən bunu xətt deyirəm ədəd oxunda. 5-dən böyük ədədləri xəttlədir və 7-ni ala bilməz oradan. 7-ni içərisi boş şəkildə çıxardırsınız. Deyir, bu həllər çoxluğunun 5-10 aralığında olanların götür. 5-dən 10-a qədər olanları götür. Yəni, 5-dən 10-u xəttlədik, bu aralıqdakıları götürün deyir. 5-i ala bilmir, 6-nı alacaq. 7-ni ala bilmir, 8-i və 9-u alacaq. Cavab eləyir 23 bu şəkildə. Keçirik 44-cü suala. Üç çıx kökdə 11. Uşaqlar, 3 kök altında 9 deməkdir də. Və bunu yazıram. 3 kök altında 9 deməkdir. Kökdə 11-dən kökdə 9-u çıxıramsa, kiçikdən böyüyün çıxdığım üçün bura mənfi bir ədəddir. Mənfi ədədi mən necə bir ifadəyə vurum ki və bölüm ki, o 0-dan böyük bərabər versin nəticə mənə. Deməli, mənfini gərək mənfiyə vurum da. Deməli, bu ifadə 5x çıx 35 bölünsün 2x kvadratı çıx 12x üstə gəl 18 nə olmalıdır? Mənfi olmalıdır. Bərabərçilik işarəsinin əksinə çeviririk. Yuxarıdan 5-i çıxarda bilərəm. Aşağıdan isə 2-ni ortaq vuruq çıxarda bilərəm. İndi 5-ə və 2-yə, 5-ə bölüb hər tərəfi 2-yə vura bilərsiniz. Onların əhəmiyyəti yoxdur bərabərçilikdə, müsbət ədədlərdir. Buranı götürüb işləsəniz kifayətdir. X çıxılsın 7, çünki müsbət ədədlərdir. Müsbət ədədləri gərək bu hissə mənfi olsun ki, vuranda 0-dan kiçik etsin. Götürüb aşağılar yazıram. Bunu yazanda bu müxtəsər vurma düsturu olduğunu görürsünüz. X çıx üçün kvadratı kiçikdir bərabərdir 0-dan.
Deməli, nisbət sıfırdan kiçikdir. Nisbət sıfırdan kiçikdir, amma burada məxrəc var da. Məxrəc kvadrat formasında yazılmış bir ifadədir. İfadənin kvadratı hər zaman müsbətdir. Hər zaman müsbətdirsə yuxarı gərək necə də olsun ki, mən onu müsbətə bölündə sıfırdan kiçiksin. Yuxarı mənfi olmalıdır. Və sıfır da ola bilər. Amma məxrəc sıfır ola bilməz deyə mən məxrəcə şərt qoymalıyam. X 3 ola bilməz. Bu şərtimiz burada qalsın. Sıfıra bölmə əməli olmadığı üçün. X-imiz 7-dən kiçik ədədlərdir. Digər bərabərsizliyini ödəyən natural həllərin cəmini tapın. 7-dən kiçik ədədlər olacaq uşaqlar, kiçik bərabər. Amma 3-ü ödəməyəcək orada. 3-ün için boş saxlamaqla çıxardırsınız. İndi burada da hansı natural ədədlər var? 7, 6, 5, 4, 3'ü yazmırıq. 2 və 1. Natural olanlar bunlardır da. 8, 8 və ortada 9. 16'ın üstünə 9 gələndə 25 eləyəcək cavabımız. Belə bu şəkildə həll olunur. Keçirəm 45-ci suala. 45'dən deyəsən o biri bölmədə də işlədik. Bunların sürətlərində dəyişən olmadığı üçün rahatlıqla bunları tərsinə çevirə bilərsiniz. 5'də 1'in tərsi olacaq 5. Digərinin tərsi 2x çıxılsın 5 bölünsün 2. 3'də 1'in də tərsi 3. 1'də 3 də yaza bilərsiniz. Tərs çevirdiyiniz üçün bərabərsizlik işarəsi əksinə dəyişir. Çünki 5 böyükdür da 3'dən, ona görə böyükdür işarəsi sol tərəfə olmalıdır. Ağzı açıq işarə. Hər tərəfin 2'yə vurun. 10 böyükdür 2x çıx 5'dən, o da böyükdür 6'dan. Hər tərəfin üzərinə 5 əlavə edin. Ortaya 5 əlavə edəndə mənfi 5 gedir. 5'in 6'dan toplasam 11, onun üstünə 5 gəlsəm 15. Hər tərəfi 2'yə bölün. 2'yə böləndə 7,5, burada da 5,5. Burada hansı tam ədədlər var? 5,5 ilə 7,5'in arasında 6 və 7. 2 dənə ədəd var. Cavabımız 2, çünki bizdən sayını soruşmuşdu. Keçirəm 46-cı suala. Eyni qayda ilə uşaqlar sürətlərində dəyişən yoxdur, məxrəcdəki dəyişən bizim işimizi çətinləşdirir. Ona görə biz bunun və sağı da solda müsbət ədədlər olduğu üçün rahatlıqla tərsinə çevirə bilirik. 6'da 1'in tərsi 6, digər kəsrin tərsi 3x böl 2 böl 3, 3'də 1'in tərsi 3. Və bunu tərs çevirəndə işarələr dəyişəcək. Baxın da uşaqlar 6'da 1 var, bir də 3'də 1 var. Bilirik ki 6'da 1 3'də 1'dən kiçikdir. Amma 6 ilə 3 tərs çevirəndə avtomatik işarə dəyişir. Ona görə bərabərsizlikdə işarələri tərs çevirisi dəyişəcəksiniz. Hər tərəfi 3'ə vurmalısınız. 6'nı 3'ə vuranda 18. Bu kəsri 3'ə vuranda 3'ləri ixtisar edəcək. 3 qalır 3x üstə gəl 2. 3'ü də 3'ə vuranda 3'ü qəşəng yazım. 3'ü də 3'ə vuranda 9. Hər tərəfdən 2 çıxın. Ortada 3x qalsın. 9'dan 2 çıxanda 7, 18'den 2 çıxanda 16. Və hər tərəfi bölün 3'ə. 16'nı 3'ə bölsəm 5,3'də 1, 7'ni 3'ə bölsəm 2,3'də 1. Bunların arasında hansı tam ədədlər var? 5, 4, 3, qutardı 2,3'də 1'dən böyük deyir deyə 2'ni götürə bilmərik. Neçə dənə həlli var? 3 dənə tam həll. İkinci sualda deyir ki, A parametrinin hansı ən böyük qiymətində tənliyin kökü 3'dən kiçik deyil uşaqlar. Kiçik deyil. 3'dən kiçik deyil. Tənliyin kökü deyəndə x nəzərdə tutulur. 3'dən kiçik deyilsə 3'ə bərabərdir ya da 3'dən böyükdür. Belə yazacaq. Bax 3'dən kiçik deyilsə o deməkdir x 3'ə bərabərdir ya da 3'dən böyükdür. Bunu yazmağımız üçün ilk öncə x'i tapmalıyıq. Bu hasildir. Vuruq hasildən A üstə gəl x məhsul olan vuruqdur. Bunu tapmaq üçün hasili, yəni 15 çıx 7 A-nı bölməliyəm 2 çıxılsın A-ya. Buradan da x'imiz olacaq 15 çıx 7 A böl 2 çıx A və çıxılsın A. Bu olmalıdır 3'dən böyük bərabər. Keçirdirəm bu tərəfə. 15 çıx 7 A bölünsün 2 çıx A, çıx A, çıx 3 böyük bərabərdir 0-dan. Ortaq məxrəcə gətirməliyəm. Bunların məxrəcləri 1'dir. Ona görə hər ikisini 2 çıx A-ya vuracaq.
Ortaq məxrəcimiz 2 çıx A olacaq 15 çıx 7A çıx 2A üstəgəl A kvadratı çıx 6 üstəgəl 3A böyük bərabərdir 0-dan. Sürəti sadələşdirək uşaqlar, gəlin. Məxrəci olduğu kimi yazım 2 çıxılsın A. Sürətdə A kvadratı. İndi mənfi 7A mənfi 2A mənfi 9A-nı verir. Üstünə də 3A gələndə mənfi 6A. 15 çıxılsın 6. Baxın 15 çıx 6 bizə verir müsbət 9-u. Və sürət bizə verir A çıx 3-ün kvadratını. 2 çıx A böyük bərabərdir 0-dan. Mən bilirəm ki, kvadrat həmişə müsbət bir ədəddir ya da 0-da. Müsbət ədədi necə bir ədədə bölməliyəm ki, kəsrin qiyməti 0-dan böyük etsin. Deməli, müsbət bir ədədə bölməliyəm. Ona görə məxrəc müsbət olmalıdır, amma 0 ola bilməz. Eyni zamanda mən yuxarında qeyd etməliyəm ki, düzdür, A-nın yerinə nə yazıramsa yazım, bunun işarəsi müsbət olacaq. Bir də kəsrin qiyməti 0 olması üçün sürət 0-a bərabər olmalıdır. Bərabərdir 3, yəni 3 də köklərdən biridir. Alıram ki, mənfi A böyükdür mənfi 2-dən və burada hər tərəfi mənfiyə bölən zaman A 2-dən kiçikdir. Yəni 2-dən kiçik ədədlər ödəyəcək. Bir də 2-dən kiçik ədədlər ödəyəcək. Bir də 3 ödəyəcək. 3 də var burada. Ödəyən ədədlərin içərisində, yəni bərabərsizliyimizin həlli olan ədədlərin içərisində ən böyüyü 3-dür. Deməli, cavabımız olacaq 3. 48-ci sualda eyni qayda ilə yazmalıyıq. 48. A-nın hansı qiymətində, ən kiçik qiymətində tənliyin kökü 3-dən böyük deyil? 3-dən böyük deyil, o demək ki, tənliyin kökü 3-dən kiçikdir ya da 3-ə bərabərdir. Böyük deyil deyirsə, kiçikdir ya da bərabərdir qoyub həll eləməlisiniz. İndi A üstəgəl x-i birinci tapaq. A üstəgəl x-i tapmaq üçün 8A çıxılsın 25-i bölməliyik A çıxılsın 3-ə. X-i tapmaq üçün 8A çıx 25 böl A çıx 3. Bundan A-nı çıxmalıyıq. İndi bizə deyir ki, x kiçik bərabərdir 3-dən olsun. Bax, bunu aşağıda yazırıq. Bərabərsizliyi həll etmək üçün 3-ü keçirtməlisiniz sol tərəfə. Sağ tərəfdə 0 qalmalıdır. Keçirtdik. Məxrəcini atırsınız 1 bunların. Və hər ikisini vurursunuz A çıx 3-ə ki, ortaq məxrəcdə yaza bilək. A çıx 3-ə vuran zaman 8A çıx 25 çıx A kvadratı mənfi A-nı mənfi 3-ə vuranda müsbət 3A çıx 3A üstəgəl mənfi 3-ü mənfi 3-ə vuranda 9. Kiçik bərabərdir 0-dan. Deməli, burada 3A-lar getdi. Qalır nə? Mənfi A kvadratı çıx üstəgəl 8A mənfi 25 ilə 9-u hesablayanda mənfi 16. Bölünsün A çıxılsın 3. Kiçik bərabərdir 0-dan. Yuxarıdan mənfini ortaq vurub çıxarsam, qalacaq A kvadratı çıx 8A üstəgəl 16 bölünsün A çıx 3. Kiçik bərabərdir 0-dan. Hər tərəfi mənfiyə vuracağım uşaqlar. Mənfiyə vurduğum üçün bu mənfi yox olacaq və bərabərsizlik işarəsi əksinə dəyişəcək. Məxrəc olduğu kimi. Bunun da yerinə A çıxılsın 4-ün mötərizədə kvadratı da onu yazırıq. Bu şəkildə. Bax, mənfiyə vurdum, bərabərsiz işarəsini dəyişdim. Mötərizənin içərisinə nə verirsə onu yazdım. Mötərizənin cavabı kvadratla bir yerdə hansısa bir ifadənin kvadratı olduğu üçün həmişə müsbətdir. Müsbət ədədi mən necə ədədə bölməliyəm ki, yenə cavabım müsbət olsun. Deməli, məxrəc müsbət olmalıdır. A çıx 3 böyükdür 0-dan. 0-a bərabər ola bilməz. Eyni zamanda sürətə də baxmalıyıq. A çıxılsın 4 bərabər ola bilər 0-a. Çünki A-nı yerinə qoyun sürət müsbətli olmağına, amma bir də 0-a çevrilə bilər. Kəsrin qiyməti 0 ola bilər deyə A çıx 4 0-a bərabər ola bilər, yəni A 4-ə bərabər ola bilər. Birinci tərəfdən aldıq, A 3-dən böyük ədəddir. Sonra bizə deyir A-nın ən kiçik qiymətində 3-dən böyük ədədlərin içərisində ən kiçiyi 4-dür, 4-ü də ödəyir. Ona görə cavabımız olacaq elə 4. Belə, bu şəkildə.
Və keçirik 49-cu suala. Deməli, 49-da x kvadratı çıx 16-nı x çıx 4, x üstəgəl 4 kimi vuruqlarını ayıra bilərik müxtəsər vurma düsturuna görə. Aşağıda x çıx 4 kiçikdir 24 çıx 3x-dən. X çıx 4-ləri ixtisar apara bilərəm, amma ixtisar apardığımız yerdə bir şərt yazmalıyıq. Məxrəc heç vaxt 0 ola bilməz. Məxrəci 0-a çevirən ədəd 4-dür deyə biz qeyd eləməliyik ki, x çıx 4 0 ola bilməz, yəni x 4 ola bilməz. Bu burada. Sonra qalır əlimizdə x üstəgəl 4 kiçikdir 24 çıxılsın 3x. X-ləri bir tərəfə keçirdirsiniz, ədədləri digər tərəfə keçirdirsiniz. 4x kiçikdir 20-dən, x kiçikdir 5-dən olur. 5-dən kiçik ədədlərin içərisinə baxırsınız. Orada deyir ki, 4-ü də ala bilməz. Onda gedir davam eləyir. Və bu ədədlərin içərisində ən kiçik onda neçə olur? 5-dən kiçik olmalıdır, tam ədəd olmalıdır. 4-ü ala bilmədiyinə görə 3 alacaq. Deməli, ən kiçik qiymətimiz olacaq 3. Keçirik 50-ci suala. Eyni qayda ilə gedirsiniz 50-ci sualda uşaqlar. Deməli, ilk öncə yazmalıyam. X kvadratı çıx 25-in vuruqları. X çıx 5, x üstəgəl 5 kimi kvadratlar fərqi ilə vuruqlarına ayrılır. Və burada x çıxılsın 5, 0 ola bilməz. Çünki məxrəc 0 ola bilməz. Ona görə biz qeyd edirik x 5 ola bilməz. Bunları ixtisar aparırıq. Qalır bu ifadələr. Və dəyişənləri bir tərəfə yığmalıyıq, ədədləri digər tərəfə yığmalıyıq. Olur mənfi 5x böyükdür mənfi 30-dan, hər tərəfi mənfi 5-ə böləndə x kiçikdir 6-dan. 6-dan kiçik ədədləri ödəyir, 6-dan kiçik ədədlər. Amma burada 5-i ödəyə bilməz, biz şərt qoymuşuq. Onu keçir o tərəfə. Mənfi sonsuzluqdan 5-ə qədər, 5-dən də 6-ya qədər ödəyəcək. Uşaqlar, ödəyən ən böyük qiyməti soruşurdu. Mənfi, daha doğrusu, müsbət 6-nı almır, 6-dan kiçikləri alacaq. 5-i də ala bilmədiyinə görə onda 5-dən əvvəl gəlir 4, 4 alacaq. Keçirik 51-ci suala. 3 dənə bərabərsizlik həll etməliyik. Deməli, birincini yazıram. Kök altında 3, çıxılsın 2, bölünsün, x üstəgəl 3. Uşaqlar, 2 kök altında 4 deməkdir. Bu sıfırdan böyük olmalı. Kökdə 3 çıxılsın kökdə 4. Mənfi bir ədəddir. Mənfi ədədi, çünki kiçikdən böyüyə çıxmışsınız axı. Mənfi ədədi necə də böləsiz ki, sıfırdan böyük olsun? Mənfiyə. Deməli, x üstəgəl 3 mənfi olmalıdır. Belə çıxır ki, x kiçik olmalıdır mənfi 3-dən. Mənfi 3-dən kiçik ədədlər də nə deməkdir? Mənfi sonsuzluq, mənfi 3 aralığı deməkdir. Keçirəm ikincini həll etməyə. 3x üstəgəl 2 böyük bərabərdir. 3-də 1x çıxılsın 6. Kəsirdən azad etmək üçün hamısını vururam 3-ə. Bunu da 3-ə vuracam. Bunu da 3-ə vuracam. Müsbət ədədə vurduğum üçün aradakı bərabərsizlik işarəsi olduğu kimi qalır. 3-ü 3x-ə vuranda 9x, 3-ü 2-yə vuranda 6. Böyük bərabərdir. 3-də 1 x-i 3-ə vuranda x, çıx 6-nı 3-ə vuranda 18. Keçirdirik x-ləri bir tərəfə, ədədləri bir tərəfə. 8x böyük bərabərdir mənfi 24-dən, olur x böyük bərabərdir mənfi 3-dən. Ədəd oxunda göstərək bunu. Mənfi 3 içərisini qaralarsınız, çünki həmin ədədi alır. Mənfi 3-dən böyük, mənfi 3 müsbət sonsuzluq, amma mənfi 3 qapalı. Üçüncüyə baxırıq. 2 çıxılsın kökdə 5, 2-ni kökdə 4 kimi yazacaq. 2 kökdə 4-dür. Çıx kökdə 5, vurulsun, 1 çıxılsın x, kiçik bərabərdir 0-dan. Bu birinci tərəf balaca ədəddən böyük ədəd çıxdığınız üçün mənfidir. Mənfi ədədi necə də vuraq ki, 0-dan kiçik etsin. Gərək müsbətə vuraq. Deməli, bu müsbət olmalıdır, işarəni dəyişirsiniz. Bu mənfini atırsınızsa, işarə dəyişəcək, o cürdə yadınızda saxlaya bilərsiniz. Mənfi x mənfi 1-dən böyük olacaq. Hər tərəfi mənfi 1-ə də vuranda bərabərsiz işarəsi yenidən dəyişəcək. Yəni 1-dən kiçik ədədlər. 1-dən kiçik ədədlər nə deməkdir? 1 gedir sol tərəfə doğru. Yəni mənfi sonsuzluqdan 1-ə qədər. İndi uyğunlaşdıraq. Bizə deyir ki, birincidə mənfi sonsuzluq mənfi 3. Mənfi sonsuzluq mənfi 3 B variantındadır.
B variantında verilib. Sonra ən böyük tam həlli də -4-dür. C də bura uyğundur. -3-dən kiçik ədədlər -4, -5, -6 bu formada gedir. Ən böyük -4-dür. İkinci sualın cavabını biz almışıq. -3 müsbət sonsuzluq qapalı interval. O da D variantında verilib. Üçüncünü də almışıq. Mənfi sonsuzluqdan 1-ə qədər qapalı. O da Y variantında. Bu da bizim uyğunlaşdırmamız. 1-ə BC, 2-ə D, 3-ə Y şəklində. Keçirik ətraflı yazı suallarına 52-ci testdə. 52-də uşaqlar. Ardıcıl yazacağım sürəti. X kvadratın 1-ci, 13x-i 2-ci, 42-ni 3-cü. Yəni, sərbəst hədd axırda qalsın. X çıx 5-in kvadratı 0-dan kiçikdir deyir. Mən bilirəm ki, ifadənin kvadratı hər zaman müsbət bir ədəddir. Düzdürmü? X-in yerinə nə qoyursa qoyun, o müsbət olacaq və bir də 0 ola bilər. İndi bəzən 0 olur. O 0-ı X-ə 5 verdiyimiz zaman alırıq. Məxrəc deyə bu 0 ola bilməz. Ona görə belə üstündən xətt çəkək. Yəni, X-in yerinə 5 yaza bilmərik. Məxrəc 0 ola bilməz. Deməli, məxrəc həmişə müsbətdir, çünki ifadənin kvadratıdır. Onda sürət gərək mənfi ədəd olsun ki, mənfini müsbətə bölüb 0-dan kiçik alaq. Deməli, yazmalıyam x kvadratı üstəgəl 13x üstəgəl 42 mənfi olmalıdır. Uşaqlar, 2 dənə kök var. Vuranda etməlidir 42. Toplayan zaman etməlidir -13. İkinci hədd əmsalının əksi. Bu ədədlər hansı ədədlərdir? Təbii ki, -6 və -7. Vuruqları olacaq x üstəgəl 6, o birisinin vuruğu olacaq x üstəgəl 7. Və kiçikdir 0-dan. Ədəd oxunda bu -6-nı və -7-ni ardıcıl şəkildə kiçikdən böyüyə doğru qeyd edirik. -6-dan böyük bir ədəd x-in yerinə yazsam, məsələn 0. 0-ın üstünə 6 gələndə müsbət, 0-ın üstünə 7 gələndə müsbət, müsbəti müsbətə vuranda müsbət. Sonra işarələr ardıcıl şəkildə dəyişəcək. Bizə 0-dan kiçik olan yer lazımdır. Yəni, mənfi işarəsini qoyduğumuz aralıq -7, -6 olacaq. Və 5-i də almır zaten. Cavabınız -7, -6. Keçirik 53-cü suala. Toplananları yerini dəyişəcəm. Uşaqlar, dərəcəni böyükdən kiçiyə doğru yazaq ki, səliqəli həll edə bilək. Məxrəcdə x üstəgəl 4-ün kvadratı kiçikdir 0-dan. Deməli, uşaqlar, məxrəc həmişə müsbət bir ədəddir. Çünki ifadənin kvadratı verilib. Kvadrat həmişə müsbətdir və yaxud 0-dır. Amma bizdə məxrəcdə 0 yaza bilmərik deyə burada şərt qoymalıyıq. Məxrəc 0 ola bilməz. Deməli, x -4 ola bilməz. Əgər aldığımız köklərin içində -4 varsa, onu götürməyəcəyik. Yəni. Deməli, məxrəc müsbətdir. Onda yuxarı necə ədəd olsun ki, mən onu müsbət ədədə böləndə yekun cavabım 0-dan kiçik olsun. Yuxarı mənfi olmalıdır deməli. Götürürük ancaq yuxarını işləyirik. 2 dənə ədədim var. Vuranda etməlidir sərbəst hədd. Toplayanda etməlidir əks işarə ilə götürülmüş ikinci hədd. Yəni 16. Hansı ədədlərdir bu ədədlər? 9 və 7. Deməli, 9 və 7 isə vuruğu x çıx 9. Bir vuruğu da x çıx 7 olacaq. Kiçikdir 0-dan. Ədəd oxunda qeyd edirik 9 və 7-ni. 7 burada, 9 burada. 9-dan böyük bir ədəd yazsaq, x-in yerinə məsələn 10 yazsaq, 10-dan 9 çıxanda müsbət, 10-dan 7 çıxanda müsbət, müsbəti müsbətə vuranda müsbət. Sonra ardıcıl şəkildə davam edəcək. Bizə lazımdır 0-dan kiçik yer, o da mənfi qoyduğumuz yer olacaq 7-9 arası. Zaten -4-də həmin aralıqda olmadığı üçün, yəni bir əhəmiyyət daşımayacaq orada. Cavab 7-9. Və keçirik 54-cü suala. 54-də x çıx 3-ü olduğu kimi yazıram, 5 çıx x-i yazıram, məxrəcdən mənfini qarşıya verirəm. Ya da mənfiyə vurub bərabərsizlik işarəsini dəyişə bilərik ki, əlini elə edək. Mənfiyə vuranda məxrəci x kvadratı çıx 8x üstəgəl 15 olur, bərabərsizlik işarəsi dəyişir əksinə. İndi aşağının vuruqlarına baxsaq, bax bunu kənarda yazıram. Köklərini tapası olsaq, 2 dənə kökü var. Vuranda 15 etməlidir. Toplayanda isə əks işarə ilə götürülmüş ikinci hədd əmsalı. Hansı ədədlərdir? 3 və 5. Deməli, əgər 3-dürsə, mən sürəti olduğu kimi yazıram uşaqlar. Sürəti kopyalayıram aşağı.
Aşağı məxrəcin yerinə, bunun yerinə biz köklər tapmışıq, vuruqları yazmalıyıq. Əgər 3 köküdürsə, bunun vuruğu x çıx 3-dür. Əgər 5 köküdürsə, vuruq x çıx 5-dir. Kiçik bərabərdir 0-dan. X çıx 3-lər ixtisar gedir, amma ixtisar gedən zaman biz qeyd eləməliyik ki, məxrəcdəki ədəd 0 ola bilməz. 0-a bölmə yoxdur deyə. Deməli, x-imiz 3 olmaz. Sonra burada da məxrəc 0 ola bilməz. X çıx 5 fərqlidir 0-dan, x 5 ola bilməz. Eyni zamanda bunları da ixtisar edə bilərik. X çıx 5 ilə 5 çıx 2, amma burada mənfi 1 qalır. Bu bir tərəflərdə 1 qalmışdı. Mənfi 1 bir tərəfdə qaldı, o bir tərəfdə də kiçikdir 0-dan. Mənfi 1 nə vaxt 0-dan kiçikdir? Həmişə. Həmişə nə deməkdir? Bütün ədəd oxudur. X-in yerinə siz nə yazırsınız? Yazın. Həmişə mənfi 1 0-dan kiçik olacaq. X-dən asılı deyil. Amma biz şərt qoymuşuq ki, x nə ala bilməz? 3. X nə ala bilməz? 5. Bunları boş saxlamalıyıq içərsin və qeyd eləməliyik cavab necə? Mənfi sonsuzluqdan bu gəlir 3-ə qədər 3-ü almır. 3-dən gedir 5-ə qədər 5-i almır. Təzədən 5-dən gedir müsbət sonsuzluğa. Cavabımız bu şəkildə olacaq. Keçirik 55-ci suala. 55-ci sualda x kvadratı üstəgəl mx çıxılsın 1 bölünsün 2x kvadratı çıx 2x üstəgəl 3 kiçikdir 1-dən. Uşaqlar, mən bu 2x kvadratı çıxılsın 2x üstəgəl 3-ün vuruqlarını ayırmaq istəsəm, diskriminantla köklərini tapacağım. Çünki vietlə baxanda görə bilmirik kökləri. Çevrilmiş kvadrat tənlik deyil. Diskriminantı hesablasam b kvadratı çıx 4ac düsturuna görə. B mənfi 2-dir. Mənfi 2-nin kvadratı 4. Çıxılsın 4 vur 2 vur 3. Yəni 4 çıxılsın 24. Mənfi 20 eləyir. Mənfi 20 də 0-dan kiçikdir. Hər hansı bir parabolanın qiyməti. Bunun haqqında danışmışdıq. Parabolanın vuruqlara ayıranda, yəni kvadrat funksiyanı daha doğrusu, vuruqlara ayıranda, əgər vuruqlara ayıran zaman görürsünüz ki, diskriminant 0-dan kiçikdir, o demək ki, kökləri yoxdur. Kökləri yoxdursa və qolları yuxarı yönəlibsə, bu qolları yuxarı yönələndir, çünki x kvadratın əmsalı müsbətdir. Sizin parabolanız kökləri yoxdursa, absisdən yuxarıda keçir. Çünki bunun əgər 2 kökü olsaydı, absisi 2 nöqtədə kəsərdi. Bir kökü olsaydı, absisə toxunardı. Əgər absisdən yuxarıda keçsə, demək kökü yoxdur. Və absis oxundan yuxarıda yerləşən bütün funksiyalar həmişə müsbət qiymət alır. Absis oxundan aşağıda yerləşsəydi, mənfi alardı. Çünki bunun üzərində siz istənilən yerdə nöqtələr götürüb, həmin nöqtələrə uyğun y-ləri təyin etsəniz, cavabının müsbət olduğunu görəcəksiniz. Həmişə müsbətdirlər. Deməli, mən nə aldım? Məxrəcin diskriminantı mənfi idi. Diskriminant mənfidirsə, deməli, absisdən yuxarıda yerləşir. Absisdən yuxarıda yerləşsə, cavablar həmişə müsbətdir. Bu müsbətdirsə, mən hər tərəfi çarpaz olaraq 2x kvadrat çıx 2x üstəgəl 3-ə vura bilərəm. Çünki burada 0 deyil də 1-dir. Ona görə mən bunu həll etməliyəm. Olacaq x kvadratı üstəgəl mx çıxılsın 1 kiçikdir. Hər tərəfi müsbət ədədə vururam. Bax, çarpaz bunu buna vuracam. Müsbətə vurduğum üçün bərabərsizlik işarəsi olduğu kimi qalır. İndi hər şeyi keçirdirəm bir tərəfə. Çıx 2x kvadratı üstəgəl 2x çıx 3 kiçikdir 0-dan. Oxşar toplananlara baxaq. Mənfi x kvadratı verir. Bu mx-dən 2x-dən x-i ortaq vuruq çıxardıb m üstəgəl 2-ni əmsal kimi qarşıda yazıram. Mənfi 1 və mənfi 3 isə mənfi 4-ü verir. Hər tərəfi mənfiyə vuracam. Mənfiyə vuran zaman əmsalların işarələri dəyişir və eyni zamanda bərabərsizlik işarəsi də dəyişir. İndi yenə həmin yerə gəlirik. Bir dənə parabola var. Bizə deyir ki, bu qolları yuxarı yönələn paraboladır. Çünki x kvadratın əmsalı müsbət 1-dir. Deyir, həmişə müsbət qiymətlər alsın. Yəni, yenə yuxarıdakı vəziyyət yaransın. Həmişə müsbət qiymət alsın, o demək ki, x oxundan yuxarıda keçsin. X oxundan yuxarıda keçməsi üçün də diskriminant axı mənfi olmalıydı. Lap başda dediyimiz kimi, bax, bu sol tərəfdə qeyd etdiyimiz kimi. Əgər parabola müsbət qiymətlər alsa, d-si kiçikdir 0-dan. D-nin düsturu b kvadratı çıx 4ac idi. B-nin yerində m üstəgəl 2 dayanıb. Bunun kvadratı. Mənfini bir də yazmıram. Mənfini zaten kvadrat aparacaq. Çıx 4 vur 1 vur 4. Yəni 4-ün kvadratı.
Bu olmalıdır sıfırdan kiçik. Çünki diskriminant yazmışıq sıfırdan kiçik olsun. Bunun vuruqlarını ayıracağım. Bir dəfə toplama ilə, bir dəfə çıxma ilə. Biraz da sadələşdirsə, bu uşaqlar çətin sual sayılır yeri gəlmişkən. Ümid edirəm, yaxşı başa düşəcəksiniz, amma sual səviyyəsi olaraq çətin sualdır. Birinci mötərizəni sıfıra çevirən M2-dir, ikinci mötərizəni sıfıra çevirən M -6-dır. Və bizə deyir ki, sıfırdan kiçik aralığı təyin elə. Ümumiyyətlə, baxaq işarələrə. 2-dən böyük bir ədəd M-in yerinə, məsələn, 5 yazsam, 5-dən 2 çıxanda müsbət, 5-in üstünə 6 gələndə müsbət, müsbəti müsbətə vuranda müsbət. Sonra davam eləyəcək. Bizə kiçikdir yer lazımdır. Yəni, mənfi işarəsini qoyduğunuz yer, o da olacaq -6, 2 aralığı. Bizdən soruşub, burada M-in hansı ən kiçik tam qiymətində? M-in ən kiçik qiymətini soruşub. -6-nı o ala bilmədiyi üçün -6-dan sonra -5 gəlir. Cavab -5 olacaq. Baxın, bu şəkildə. Nə yadınızda saxlayırsınız? Əgər parabola qolları yuxarı yönəlib və müsbətdirsə, deməli onun diskriminantı sıfırdan kiçikdir. 56 da eyni cür gedəcək uşaqlar. Deməli, x kvadratı çıxılsın m, x çıxılsın 2 bölünsün, x kvadratı çıx 3x üstəgəl 4 böyükdür -1-dən. Yəni, mən məxrəci vuruqlarını ayırmaq istəyirəm. Görürəm ki, vuranda 4, toplayanda 3 edən ədədlər yoxdur. Yəni, bunun kökləri olmayacaq. Olmadığını diskriminantla da görə bilərik. B kvadratı çıxılsın 4ac. Diskriminantı mənfi aldıq. Diskriminantı mənfi olan bir kvadrat tənliyi ya da kvadrat funksiya qrafik olaraq baxsanız, qolları da yuxarı yönəlibsə, onun kökü yoxdur demək istəyir. Kökü yoxdursa, absisdən yuxarıda yerləşir. Absisdən yuxarıda yerləşmək də funksiyanın qiymətlərinin müsbət olduğunu bildirir uşaqlar. Yəni, qrafikin üzərində hansısa bir nöqtə götürüb, onun y-ini tapsanız, onun cavabın müsbət olduğunu görərsiniz. Deməli, bu məxrəc müsbət bir ədəddir. Müsbət bir ədəddirsə, mən sağı da solda həmin müsbət ədədə vura bilərəm. X kvadratı çıx mx çıx 2 böyükdür və bunu çarpaz olaraq vururam. Olacaq -x kvadratı üstəgəl 3x çıx 4. X kvadratı çıx mx çıx 2 keçirdirəm hamısını sol tərəfə. X kvadratlarını toplayanda 2x kvadratı, mx-lə -3x-ə baxsanız, -x-i çıxarsanız vuruq, m üstəgəl 3 olacaq. Mən m üstəgəl 3-ü qarşıda yazıram ki, onun əmsal olduğu görünsün. Üstəgəl 2, -2 ilə 4-ün cəmi. Böyükdür 0-dan. Baxın, -2 ilə 4-ün cəmin 2 yazdım. İndi burada da eyni vəziyyətdir. Bir qolları yuxarı yönələn parabolanız var. Çünki x kvadratının əmsalı müsbətdir və deyir ki, o müsbət qiymətlər alsın. Həmişə müsbət qiymətlər alsın deyirsə, yenə də bu vəziyyətdə keçsin. O vəziyyətdə olmağı demək ki, onun kökləri yoxdur. Yəni, diskriminantı sıfırdan kiçikdir. Diskriminantın düsturu b kvadratı, bunun kvadratı çıx 4ac. Nə olmalıdır? Sıfırdan kiçik olmalıdır. Bunu m üstəgəl 3-ün kvadratı çıx. Bura 16 verir. 16-nı 4-ün kvadratı kimi yazıb vuruqlarını ayırırıq. Bir dəfə 4-ü çıx, bir dəfə 4-ü topla. Biraz da sadələşdir. M çıx 1, birinci mötərizədir. 3-dən 4 çıxanda. 3-dən 4-ü toplayanda m üstəgəl 7, kiçikdir 0-dan. Ədəd oxu çəkirik. Birinci mötərizəni sıfıra çevirən ədəd 1, ikinci mötərizəni sıfıra çevirən ədəd -7. Birdən böyük ədədlər götürsəm, m-in yerinə, məsələn, 10 götürsəm, m-in yerinə 10 götürəndə, 10-dan 1 çıxanda müsbət, onun üstünə 7 gəndə müsbət, müsbəti müsbətə vuranda müsbət. Sonra mənfi, müsbət gedəcək. Bizə lazımdır sıfırdan kiçik olan yer, yəni -7 bir aralığı. Məndən soruşmuşdu m-in ən kiçik tam qiymətini tapın. -7-ni ala bilmədiyi üçün cavabımız -6 olacaq. Nisbətən çətin sualdır 55-56. Uşaqlar, ümid edirəm yadınızda qalacaq. Demək, yadınızda əsas nəyə saxlamalısınız? Əgər bir parabola müsbət qiymətlər alırsa həmişə, o demək ki, onun kökü yoxdur. Yəni, diskriminant sıfırdan kiçikdir. Keçirik 57-ci və bölmənin sonuncu sualını. Görək nə deyir 57? Yeni sualdır. Səhv etmirəmsə yeni sualdır. Deməli, A-nın cavabı verilib 2. Yazırıq A bərabərdir 2. B-nin cavabı verilibdir 7.
C'nin cevabı 4 ve D'nin cevabı 6. Bunları qoyuruq yerinə. A vur x deyir. A 2'dir də, 2x çıx D, yəni 6. Vurulsun x üstə gəl C, C 4'dür. Vur x çıx B 7. Sıfırdan kiçik olmalıdır. Buradan 2'ni ortaq vuruq çıxarda bilərsiniz. Çıxartmadan da yaza bilərdiniz. Ədəd oxunda kökləri qeyd edirik. X çıx 3'ü sıfıra çevirən x'imiz 3'dür. X üstə gəl 4'ü sıfıra çevirən x 4'ün əksi, yəni mənfi 4'dür. X çıx 7'ni sıfıra çevirən x 7'dir. Ardıcıl şəkildə yazırıq. 7'dən böyük bir ədəd qoysam x-in yerine. Məsələn 8. Bura müsbət, bura müsbət, bura müsbət. 2 də müsbət. 4 dənə müsbət ədədi bir-birinə vuranda müsbət. Sonra bunlar ardıcıl şəkildə yerini dəyişəcək və bizə lazımdır sıfırdan kiçik olan yer. Bu hissə, bir də bu hissə. Yəni mənfi sonsuzluq mənfi 4 birləşir 3, 7 aralığı. Deməli, bununla da bölməmizi bitirdik uşaqlar. Növbəti başlıq modul işarəsi daxilində dəyişəni olan bərabərsizlər olacaq. Əgər videolar sizə kömək edirsə, bunu rəy bölməsində mənimlə bölüşməyi unutmayın. Kanala da abunə olun. Hələlik.